Amma bunda reklam çıxacaq. Kodunu al bəs. Ortada. Hə. Full kodunu. Məncə də səslə sikməsin. Getdik. Səs rekdə. Salam. Çox coşqusuz salam deyə. Düz deyirəm. Düz deyirəm. Bir dənə də. Salam. Nuş olsun. Yorulmayasınız. Bir də şey deyək, Allah saxlasın. Allah saxlasın məncə 2 dəfə dedik. Hə? Yəni bəlkə kimsə doğanda baxır yenə. Doğanda baxır. Doğanda baxırmışlar da ona görə. Allah saxlasın. Salam dostlar. Salam. Nətərsiz, nə var nə yox. Söyüşsüz. Qonaqsız. Qonaqsız bölüm. Qar yağır çöldə qəşəng. Qar yağır. Mən qarı çox Qar sevirəm. yağır, qar yağır. Bu arada. Bəs yaxşı, hər 5-6 bölümdən bir belə bir sual soruşuram. Necəsiz? Yəni ümumi Yenə yorğunçuluqdur. yorğunçuluq. Çünki Yorğun, çətin yaxşı perioddan deyiləm. keçdik. Sezon açıqda. finalı vermədən uje 2 Aha. dəfəki sezon finalı vermədən davam elədik. Həm də Verdik ki, əslində. Gizli bir sezon finalı elədik. canlıdan Hiss eləmədik də Hə. özümüz də. hiss Ya amma eləmədik. mən İşləri sezon yenə- finalı üçün demirəm, şey deyirəm. Bu yeni il periodu var. Ha, o- Dayanmadan Mən qısa yeni il videosu. dəhşət. Get-gedə daha az hiss edirəm. Gəldik. O zaten elədir. Feritlə yəni burada böyüdükcə simit bayramlara. qaçdıyıb girdik biz yeni ilə. Açığı Böyüdükcə mən bayramları bununla istəyirəm. bağlı bir şey yazmışam. Keçən dəfə Ay Prima bölümündə belə bir ifadə işlədim. Belə boşluğa düşdü. Dedim ki şey Mənim üçün artıq zır paket ailəmdir. səsi azalıb. Çox Aha. yekə-yekə danışdım. Mən üzr istəmək istəyirəm burdan. İndiki uşaqlardan. Bəs mən də üzr istəyə bilərəm bir nəfərdən. Joker şəkilli qaqaş var idi. Onun tutumu, onun duruşu, davranışı. Kimdir? Yanında da bir ara geydirir deyə bir qaqaş ki, biri rəy zad yazıb, Joker şəkilli qaqaş. Nətər yadından çıxıb ya? Nə yazmışdı? Yox, yadına düşdü. Rəy yadından çıxdı. Ha, nəsə də rəy yadından çıxıb. O qaqaş bizim o geydirməyimizdən sonra belə gedib kofe almışdı. Hı. Və həmin o geydirmə bölümündə də yazmışdı ki, iracat bildirdim, belə dediniz, amma heç bir yerə də getmirəm, sizi axıra qədər sevirəm. Sağ Bilmədi o Joker Ayda şəkilli rəy qaqaş. maraqlı gəldi. Nə idi rəy? Joker şəkilli qaqaş bilmirəm, hələ də izdirmi ya yox, amma onun Yazsın da respekt- rəy nə idi biz nə barədə? Hansı Keçə bölümdə reklam danışmışdıq? Onu yazsın. bir də. Hə, yəni ona şeydir. Bəs televizora baxa-baxa Antakloska eləyirik bu dəqiqə dağılıram. Keç də o reklamı. Mən də Bəs- rəylərlə bağlı bir şey Hə, deyəcəm. buyur. Mən baxıram ümumiyyətlə rəylərə, izləyicilərimiz bilsin. Amma. Təbii ki, hamı kimi mən də baxıram. Nızrıyın 7166 deyə Yox, bir quşdan akkaunt. qohumdur. Hə, akkaunt deyib ki, İlqar da Eee, çəkən kadr siz bilirsiniz. onu atacağam sənə, qoyarsan bura. Ya bilmirəm də nəsə. Dedi ki, həmin maskaları mən tapmışam. Hansı Mənim maskalar? unutduğum var idi. Hə, Acılı hekayəmdə. Aha. Mən dəhşət bilirsən pis oldum ona. Dedi ki, o klokları tapdıq. Sən içində inandın maska." mı? Tərlan Qarış düşdün. maska deməmişdim mən onun içində maska var, yoxsa demişdim? Məncə hər şey demişdim. Məncə demişdin. Oradan. Demişdi. Sən elə bildin həqiqətən tapan biri. Oturub ağlayırsan sən. Qardaş yazıb ki, tapdıq maskanı, oynadıq saat. Mən inandım da oradan buna. Oradan. Şey deyəndə deyib ki, Əgər Tərlanın olacaq. dedi şəkil zada çəkdirmişik bununla bağlı. Yəni şəkilləri falan varsa göndərsin Nə, ona. onlar yəni yoldan bir şey tapanda gedib evdə qutluyurmuşlar onu. Onların vəziyyəti lap pis olub, Tərlan. Yoldan bir şey tapdılar, gedib şəkil zad çəkdiriblər. Yox, yəni nə bilim, fotoaparatları çünki o dövr telefonların şəkil çəkən vaxtı Tərlan deyildi yemişlər səni. Yəni sən o maskaları görsən, tutaq ki, Nəzrindir də yəqin ki məncə. adı. Hə. Şəkillər atsa o gündən bağlı. Maska haqqında detal vermirəm. Maskanı bilmirəm də görsən o biləcəm. şeylərlə bağlı, Hə. hə. Maska idi yoxsa yox. Bilərsən Kaşlok, yəni, görsən. Bilərəm, kaşlok hə. haqqında. Unutmamışam, qardaşım mən. İçində nə qədər pulu var idi? Unutmamışam. Bildim, unutmamışam. Kaş sənin o maskaları Latviya səfirliyindən biri götürərdi. Hmm. Və Yaxşı şey də aranda olmuyor. artıq Yaxşı aranda şey də artıq olmuyor. sülh yaranardı. Yox, Gətirib yaxşı şey də olmur. qaytarardı. Elə olsa 2 qat nifrət eləyərdim Latviya səfirliyindən. Yox da indi gətirir ki, bəs bilmədim. Latviya səfirliyinin mənə O qarşı başqa dildə deyir də, Latviya dilində. təzyiqi deməyim də nəsə də ədalətsizlik Məzigi. davam edir. Neynirlər? Yəni hər gün yazırlar ki, yəni Hər gün yazmırlar. Mənim Avropaya getmədiyim hər gün Latviya səfirliyi Bəlkə mənə sən ədalətsizlik qardaş, eləyir. sən Latviyadan əmlak versələr, Qardaş, Qarşı mən tərəfdən. Latviyanın paytaxtı baş naziri məni şəxsən Ay Tərlan Aparıb gəl səni gəzdirsə, burada, ay, gəzdirim. sağ ol. Elə bir şey Bir eləsə. çaya qonaq eləməsən. Mən bu söhbəti bağışlayaram, deyirəm ki, eybi yoxdur. Əslində məndən Yaşlanmasını Latviyanın istiyorum. Xarici İşlər Nazirliyi yazdı ki, bəs üzr istəyirik. Sənədləşmədə nəsə xəta olub. Belə bir şey Xarici yazmışdı. Antaklosdan Latviyanın. sonra yoxsa elə o Yox, yox, o vaxtı. Hı. Amma sizin sənədiniz o yan bu yan, yəni prosta üzr istədilər bildin. Yəni nə edirəm sən üzr ver. Mənim 1500 manat sənəd olmasa geri qaytara bilərsən, yəni olmuyor elə özürlə. Onda Litvadan səbəblənən əmlak. Onlar həqiqətən istəyirəm ki, dünyada hər yeri gəzim Latviyadan başqa. Və elə bir insan olum ki, Latviya istəsin mənim ora getməyimi, amma mən getməyim.
Latviya. Latviya səfiri ümid edirəm bunu izləyir ya da izləməsə də oradan kimsə izləyir və bəzi bunu qoydu amma bu dəfə. Yaxşı. Həqiqətən çox ədalətsiz insandır Latviya səfirliyi. Onda rəylər açılmışkən bir dənə də rəy mən oxuyum. Oxu Bəyazit. Ay prima bölümünə yazılan rəy. Oxu. Yəni açığı mənasını tapa bilmədim. Hı. Verilişə bir xanım gəlib. Hamınız kukla olmusunuz. Hə. Nöqtə. Detvara. Detvara nədir? Kamera detvar. Hə, kuklas mənasını deyir. Uşaqlar. Yox, onda çıxmamışdı hələ kukla. Nə Det uşaqdır konkret. Detvara. Yəni Yox, bəlkə mən vurğun Sən səhv vururam. o rəyin özünə ilişmisən yoxsa detvara sözü? Detvara. Mən o rəyin özünə ilişdim ki, Ay yox, rəyin özünə nə ilişəcəm? Detvara nə ola bilər? Uşaq Söyüş yəni bəlkə uşaq bu. sayağı. məncə də Var nədir? Pis Aa. sözdür. Çox pis sözdür. Mən ora bağlamağa çalışdım. Deyirəm, Detvara. Dayan nətər yəni detvaran şeyin içində deyil. Al oxu, oxu bunu. Hamımız oxuyun. Detvara. bəs russasına baxdın? Baxmadım da, istədim burada baxım. Tıt var desəydi bu söyüş ola söyüş idi, bilərdi. hə. Amma D elə bir ki artikel da, D artiklı. detvara. Elə detvara yazdım. Dərman adıymış. Təşəkkürlər. ChatGPT yazdı ha. Bəs boşuna su istifadə edəcəyik. Eybi yoxdur, problem yoxdur. Eləyək də. Mahol da sən təbiətə aşiq idin. Detvar. İsveçcə ifadəsi var idi, bu idi, o idi mənasına gəlir. Elkin Cəfərli. 9205. Maşını qırağa Gəlsin çək. bunun açıqlamasını versin. Detvara. Gəlir bu dəfə geniş açıq. Hər nə Hə. demisənsə sənə də aiddir bu. Yo, elə yo. Söyüşdüsə, Söyüş sözdən də aid olsun da yəni. söyüşdüsə onda biz də ona ralbayos deyərik. Ralbayos deməyək, biz də ona detvara deyək. Yəni pis sözdürsə. Yəni kimsə gəlib bizə Yox, prost sayəsi deyək ki, yəni Niyə detvara, sözsə? sənsən detvara, elə deyək. İlay Əliyev yer get burdan. Hayda. Bu arada bir dənə video gördüm. Rus sektor, as sektor bilmirəm görmüsünüz yoxsa Çox yox. qəşəng Biri videodur, şey hə. oynayır, balet oynayır. Balet yox da nəsə buz rəqsi, biri də saçından tutub sürüyür. Əvvəla demək istəyirəm ki, Azərbaycanda azınlıq olan, yəni azlıq olan Rus sektordur. İkincisi mən açığı Rus sektorun içində olan o necə deyim, Parazitlər. parazit yox da, nə deyirlər ki, Bilmirəm ona heç nə o cür deyirsən. deməyim. Kəndçi sözünü necə daha Keç. kəndçi sözü demək istəyirəm, amma kəndçi demək istəmirəm. Kəndçi biraz həqiqətən Rus sektorunun eşşəyi az sektorunun eşşəyindən daha eşşək olur. Hə. Bu mənim şəxsən 27 Təcrübələm illik sən. həyatımdakı təcrübəmdir. İkincisi, valla biz universitetə girəndə az sektorlar gedib Zamanı belə deyildi. 700, 650, 680 belə ballar yığırdı. Rus sektorun maksimum balı 380 zad olur. Belə aqressiv. Zarvas Ümumiyyətlə bilən demək bir istəyirəm. sektorlara qarşı belə Bu bir şey. arada Tərlan, Mən sən Rus 20 sektorlara qarşı bu tip bir düşüncəm var. Rus sektorlar düşünməsinlər ki, onlar Rusca bilirlər deyə balet, nə bilim opera, nə bilim Hə, az hə. sektorlar, yəni bu konuda Azərbaycanda, Lazım olsa Rusiyada biz də demirəm. bilirik. Kəmali Dövlə məktublar. Həqiqətən deyirəm ki, yəni Rus sektorlar Azərbaycanda Döyər. hal-hazırda o şey yox idi. At Onlar oynardı. nəsə bilirdilər 5 qramlıq. Və 2005-ci ildən sonra Yoxsa bu tamamilə aradan qalxdı. Bu arada sənə Tərlan 27 yaşı yaraşdırmıram. Mən də yaraşdırmıram Mən- Fərid. Mən özümə maksimum 25. Yəni hədəf 25-dən o qoymuşdum. tərəfə olmalı deyilsən. Baxmayaraq ki, sənə demişəm ki, sən 39 yaşında öləsən, amma 39-da ölməyəcəm Fərid. Mən 27 çox yaşı yaşayacağam. Dəhşət çox yaşayacam, sən də görəsən. səncə də Görməyəcək axı. Daha tez 39-da öləcək. öləcək. Amma yaraşır yox. 27. Niyə? Yox, yəni qocalmağı şeydir. Çünki Niyə pambıq 27? sifətli Mən zat. istəyirəm bir 27 yaş. Mən Yox, heç yox, görürəm görünür. 23-dən 24-dən Onu deyirəm də, əslində onu deyirəm ki, 27 yaraşmaq, 25 saat daha cavan yaraşır. Mən bu il yenə fikir verirəm ki, bu il Neçə yenə il qalıb 25 onda olacam. Tərlan? Yəni böyüyə Neçə ilin bilmirəm. qalıb Tərlan? Nəyə? Hə, sən böyüyə Stop. Mən bilmirsən. böyüyə bilmirəm, zarf. Yox, zordur, demə. 39 yaşıma 13 13 il qalıb, 13 amma Hə, ölməyimə 27, hələ 12. onu bilmək olmaz neçə il qalıb. Amma 13 il qalmayıb ölməyimə. 12, Elə hiss 12. eləmirəm. Zarfa Tərlan 13 il ömrün qalıb. Onun üçün ömrüm Yəni qalmayıb. doya-doya yaşa. Elə bir şey yaşansa, əgər vəsiyyət eləyəcəm ki, sən gəlib Öpsünlər. Bəs sən nə Kimə vaxt bir vəsiyyət dəqiqə edəcəksən? dayan. Var axı. Sən nə vaxt şey eləyəsən? Vəsiyyət verəyəsən. 38 yaşında. Hə. Hə, deməli ən azı sən büzmüş olasan. Sən hep şey deyim Tərlan. Sən 38 yaşında Hə. dəhşət büzəsən ki. Ya, ya, ya. Oy, görən 1 il qalıb. Shorts kimdə paylaşarıq? Mən getdim. 38 Mən bu yaşında. arada bölümdə rəylərdə yazırlar ki, Tərlan nə qədər danışır, Tərlan nə filan şeydir o yan bu yan. Tərlan olmasaydı belə, Tərlan getdi. Hara getdin? Getdi də Tərlan. Söyləyəcəm.
Danışıq da onda. Nə? Qardaş, bu zarafat cidden incəyir olmamış. Bu Hı. nə bilim ya. Bu Yəni gün belə də xətmə dəymişdi, bu yurttaşlıqsa- ölmək mölmək təməsi. Bilmirəm. Yəni yığışdıraq söhbətləri. Tərlan! Bəlkə zarafat ağlayıb zad eləyir. Bəlkə ölməyə yetdi də. Yaxşı 50 deyək, gəlsin. 50 yaşlı. Məncə 50 də Biz kəsmir ona. 39-dan 50-yə 50 qalxmalı, kəsməz daha çox. Gəlin də deyək nə qədər kəsir, aramızda danışaq. Gəlsin soruşarıq. Tərlan. Neçə Bəs, kəsər? Neçə deyər? Bax desək ki, Tərlan neçə yaş bəs eləyir sənə? Məncə ona bəs eləmir. O deyəcək ki, atıram da 70 50 olsa deyər 100 zat belə Mən deyər. misal üçün bəzi Ya otaqda adama bir dənə rəqəm ataq. danışılmamış şeylər var, daha doğrusu qanun. Bax, nə danışdıq? Mən 60 böləcəm. Bunu Hı. qəbullanmışam. Yo bildik onu. Hə, Tərlan da 39-da öləcək. Bunu qəbullansın. Qəbullanmayacaq. Yox, deyək ki, yəni nə qədər istəyirsən. Deyin də bir dənə rəqəmdən tez. 43. 43. Mən 70 dedim. Hı? 90. Okey. Yenə çox demədim. Dördülər dördünə. Tərlan, sənə bir dənə sual hazırladıq. Neçə yaş bəs eləyirsə, neçə il bundan sonra? 120. 120? Bu vəbşə Çingiz xan. Görsən bəzi. Onda o şey istəyirəm. Mən bu arada 101 yaşında ölən qohumum var. Nə bilim 100 neçə, yəni Bundan bağlı adlar. yüzü Bu səni aşan- sevindirir, yəni. Sən deyirsən ki, "A, demək ki, mən 120-yə kimi gedə bilərəm." Yəni hə, mənə elə bir potensial hissi verir. İstəyirsən yəni bunu. Genetik potensial. Onda Tərlan. İstəyirəm hə, istəyirəm. Tək yaşa. Tək hə. Amma 39 da gəlir, Gəlir də 39. yəni zarafat dayanmır. Ya 38 deyil yəni. Sürət kesin. düşməndir. 38-də sən o 1 il büzməyin var ha. O mən nə edəsən bəs edir. Əslən sənə bir şey deyim. Mən Elə bir əsgərliyin özümə vaxtı mən çatır özümə orada. bir Bir gün nə deyək? Gün nə deyək? Mən özümə bir şey 39 deyim. yaşın Bir şey deyim. neçənci günündə Qulaq qolaq asın, günündən sonra deyim. çıxsın. Mən özümə bir şey deyim. Mən Mayın özümə bir 4-ü. yaş həddi qoymuşdum. Yaş həddi yox. Düşünürdüm ki, ayda mən cavan yaşı idi o da. Bu yaşımda ölə bilərəm. Belə bir qorxum var idi bir ara. Sonra başımı buraxdım bundan. Çatdın Ondan məsəl üstə yaşa. düşsəydi əgər, doğrudan büzərdim ki, ayda bu mənim içimə də dolmuşdu. Sən də deyirsən. Bu demək ki, nəsə Neçə yaş idi bəs o? 39 deyildi. Onu demirsən, inancına Demirəm, hə, demirəm. Onu hal-hazırda bölüşmürəm. Hə, 39 deyil 38-ə amma. çat, danışarıq bunu yenə Yaxşı. ki, Fərid. Amma fərqə Görən- belə eləyək. 40 yaşım olanda sən ağ yerdə bir videonu da, paylaşarsan. ya, ya, Görsən Elə, kobuddur. hə. Amma Sonra İsmail deyəndə ki- zarafatsız tutuzdursan, üşə qorxunda 200-ə də bir dənə ölüm yaşı deyəcəm, sonra getdiniz. Mənim elə Hə, qorxularım yox. sızdırandan sonra 40 neçə yaşında İsmailin çox da vecnədir ki, Niyə ona vecnə dedi ki, Yo, bəzi ilə ağlımda yaş 73-dür. Bəzi 73-də gedəcək. İsmail amma uzun yaşayacaq. Keçən dəfə demişdim İsmail tez öləcək. Amma yox, İsmail uzun yaşayacaq. Niyə? 83-ü gördün. 84-ü gördün. mən də 120. Bu prosta atırsan yoxsa nəyə Yox, səsləsən? o Mən 120, onda deyim sən ki, də tez öləcəksən. Sonra baxdım ki, yox, sən Sən də bilirsən yaşaya neçə? bilərsən. Sən 89, Çoxdur. amma son Yorucudur, 9 yoran ili, yaş. son 9 ili yataq xəstəsin. Dedim də, dedim, mən Hə, hə. 60 öləcəm. Onu qəbullanmışam. Amma sən də qəbullan ki, 39-da məhv olacaqsan. Olmayacaq, elə bir şey Kül olmayacaq. olacaqsan. Düzdür orada. Olmayacaq. Düz orada. Yaxşı, yaxşı, ölümü bağlayın, gəlincə xoşbəxt şeylərdən danış. Yaşamaq. 120 il. 120 ildən danışaq. 120 il yaşasam bəs nə edərəm? Gəlin bunu deyək. Ay sağ ol. Tutalım ki, gəldim 70 yaşında pensiyaya çıxdım. Dayan, bir dəqiqə. Niyə bilərəm? Sən 70 yaşındasan. Biz də sənin ətrafında, yoxsa aramızdan biri işə gedib. O qədərini düşünmədən məni düşün təkcə. Bu hesabla Çünki bəzi yoxdur ki. Bəzi 73-dədir. Böyükdür də bəzi. Nasıl? Hə, doğru. O, bəzi sən yoxsan. Nəsə üçün. Eyni yaşda deyilik ki. Yəni 90-a kimi bir şeylər eləyərsən, Tərlan. 90-dan sonra 120-yə kimi son 30 il yaman qəribədir. Hə, Ki hələ mən məsələn 30 ilimi doldurmamışam Hmm. hal-hazırda. Amma açığı məndən olsa əbədi yaşamaq istəyirəm. standart arzularım var. hə. Ölümsüz olmaq. Uçmaq da istəyirsən. Standart sən. deyəndə ki, Görünməz də olmaq Bəzi istəyirsən. deyirəm bunun palojnası da 39. Əslində demə qorxur pis olur. Bəzi 38-i necə sıxıram. İnşallah məndə yaşayaram. Hər gün gəlib deyəcəm. Əyləncəli Tərlan- olacaq. Hə, Tərlan. Adi günə əyləncə. Bir il. Tərlan vaxtın azalır. Amma bəzi 40-ı gördüyü anda elə ki 40 yaşın qeyd elədiyi belə bir dənə of deyəcək və zəng eləyəcək ki, nə oldu? Qoydum sənə. Onda mən də 40 deyim. Necə? Mən də 40 deyim onda. Sən də 41 dənən Bir 3 ildə uzadar. üçün narahat Elə bir ol. 3 ildə möhlət verdin. Mən 39-a çox inanıram. biz oradam, hə, biz orada 40-41 eləmək. Biz son Elə ölüm bəsdir, ölümdən danışdıq bəs. Hə, hə. Onu deyirəm, yaşamdan danışırıq. 120 il yaşamaq. Sonsuza qədər yaşamaq. Mən amma şeyə Bunu düşünürəm. istifadə edirsiniz dostlar. Mən yox. Promete bölümdə Mən çox istifadə eləməmişəm, yox. istəmədən belə eləmişəm. Mən istifadə Hə, eləməmişəm. demişəm, ya, mən host olmuşam sonra.
120. Amma şey Getdi olur onda. da, verilişimizin baş sponsoru Soda sodalarıdır. Soda yeyinti üçün. Verilişimizin o biri baş sponsoru, xüsusilə deyirəm, o biri baş sponsoru aviasales.az. Aviasales.az. Uçun, nə üçün? Uçun. Gəzinti üçün. Çox uçuk. Aviasales.az. Gəzinti Kamera üçün. sönüb ya. Nə deyirsən? Başlamışıq. Ha, başlamışıq. Bəli. Mövzuya girək. Mövzuya girə bilərik. Mövzu xanım. nədir ki? Mövzudan əvvəl bir dənə bir şey demək istəyirəm. Keçən dəfə video callda Atəş Nəbiyevlə danışdım. Ateş Nəbi ilə. Hə. Hı. Yəni belə də sizdən alınmadı da. Deyir ki, gedişat çox xoşuma gəlir, Doğrudan. təriflədi. Məsələn, Mən də kim hə ki? Atəş Atəş Nəbiyevdə. Atəş nəbi kimdir? Tamsan Ateş Nəbi. Yox. Deyil. Aramızdakı Salam olsun onda Ateş Nəbiyə. Atəş Nəbiyə salamlar. Atəş nəbi valla tanımıram. Yenə də salam var amma Zarafatsız içimizdəki tanımır. Hmm. Nəysə. Ha dedi ki şeydir. Gedişat zordur. Hə, Ateş Nəbi. Nə vaxt Həqiqətən danışdın, Fərid? sevindim. Baş keçən Özü həftə yazdı. ikinci günü. Dedi ki belə şeydir. Nədir konsertin şeydi, arasıydı falan filan. Belə danışırdı. Deyir ki, alınırsa zəngləşir. Canlıya gəlmişdi amma. Canlıya gəlmişdi Atəş. Atəşin yes. Salamlayırıq bir daha. Salam Atəş olsun. Nəbini. salam olsun Atəş. Mövzun kim açır? Var, məndə də var bir neçə dənə. Məndə də İsmail səndə Məndə var, səndə yox. Məndə İsmail yenə başım boş. buraxdın da antiklosunu deyirəm hə. Aparat gətirirəm, qaşıram, Mən aparıram. birdən belə bir Aparatuşnik kimi gəlirəm. Bu Mövzum dərsə var. hazırlar. sən yoxsa mən aç. Denən yox. Elə bir mövzu o da, sən yoxsa mən. Qısa mövzulardır Hı mənə hı. görə bilirsən. Maşın yağı çox yeməli görünür. Hə. Dəhşət yeməli görünür maşın yağı. Yəni maşın yağını nəyəsə sürtəndə belə Dincəlirsən. bol-bol vururlar. Hı. Baxıram ki, o görəsən nəsə belə nəsə eləyə bilərəm. Eləmişəm hətta. Nə eləmsən? Mən də eləmişəm elə bir Maşın şey. yağını eləmişəm. Maşın yağını yəni. eləmişsən. Hə, hə, hə. Doğrudan. Çox pisdir, yəni dəhşət Dostlar. pisdir dadı, amma Maşın yağına gedib dəyişməyə pul verəndən sonra yeməli görünmür açığı. dediyim şey deyil, avtomobil yağı yox. Bilgi Ya adam. mövzu Hə. açdı. Ya bomba fikir bildi. Hə. Başını buraxıb antiklosunun. Qatı olur, qatı yağ. Bildim. Ara bir Hə, hə. paçemikazada sürtürlər belə. Amma Heç kəsmədən. onu vururlar. Löp, Necə löp, hər löp şey bəcəsən. qaydasında olur. Hər şey işinə Mən olur. ölürəm o maşın yağından ötürü, yəni onun görüntüsü, Şey videoları rəngi. özdə düz axır. Sanki Yox qardaş, donutmuş yaxda kimi. sən başqa şeydən danışırsan. Samakatınız olubdu da yəqin. Samakat təcrübəniz olubdu da dostlar ha. Mənim bununla bağlı Yəni- bir hekayəm var. Paçemik görmüsünüz. Sən o şey da. deyirsən, Cem kimi olan. Hə, hə. Hə, bildin. Hə. Samakat hansı o belə Fərqi yoxdur. Yəni hər hansı samakatın təkər sistemi yadındadır da. Paçemik Samakatım olmuyor, amma paçenlik bilirəm nədir. Heç samakatvız və yaxud da paçemiklə olan bir əşyavız vasitəviz. Qardaş, mən paçenlik bilirəm. Quma nədir. girmisiniz torpağa, quma. Hə, hə, O hə, səhv hə. eləmisiniz. Ayda, heç geri pisdir. dönüşü olmayan bir Hə, səhvdir. çox pisdir, çox pisdir. Yuyulmaqla keçmir. Sökməlisən, o yağdan Hə, 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 hə. vurmalısan. Yuyanda bol-bol, dincəlirsən. Oradan Hə. yadıma düşdü. keçən getdim səhrada məhəbbətə baxdım. Mən bu arada şey yemişəm. Dadlıdır. Nə dadlıdır? Dözə bilməyib axırda şeyin dadına baxmışdım. Limonlu Ramizin. Tapşan. Ay bilmirəm, Ramizi Mən limonlu yadıma gəlir yedi. ki, mən çiy ət yeyirdim. Sevərək. Qardaşım, dolma üçün. Çiy pişirirdi. xəmir yeyirdim mən. Bir şey deyim, dolma üçün eləyəndə içinə çox şey vururlar. Adi ətin içindən vururlar göyərti, nə bilim, Dolma kimi pomidor, dadı o var. birisi, bu birisi, zırt pırt. Qoxu məni alır və Aparır uzaqlara. açığı yemişəm. Yəni hətta bir dəfə Sən mamam mənə dedi yemişsən. ki, Tərlan ala ye. Bir dəfə yəni Gözün ətdən doysun. Hə, ala çiy ye var. dayan ucu bilirsən, yəni bəsdir. Hər dəfə mən ət şey eləyəndə bunu eləmədim. Hə, Yedim yəni bir nə qədər Xəmir deyim, bir ovuc yedim. doğrudan. Hə, bir ovuc yedim. Xəmir də yeyirdim. Xəmir Xəmir yeyirdim. kesin- Bir ara Mən hamı yaşadım. yeyirdi mən. Aspetrolda verirdilər çiy Xəmir. ət. Xəmirdə yeyirdim. Bir də Maşın zaten şey var idi, məsələn, blender deyirlər, nə deyirlər? Blender. Mikserlə. Hə, mikserlə nəsə Paster qarışdırırdılar. Onu Şirniyyat demişdin. şeyinin. Tərlan köhnə mövzuları. O nə zor idi. O zordur. Çox- Allah Tərlan çənədə də köhnə mövzulara qayıtdı. Nə Ya, dedim ki? dağıldı bir şey. Vertu. Verdi. Gerçi Açdığı köhnə anda mövzudur. bildim mən. hə, Qardaş sən köhnə Doğrudan. yaddaşın ki gedir. Mən 39 deyirdim. Mən Hətta düşdü sən orada aşağı. onu açanda dedim, ha mən bunu kəsmişdim montajda. Yoxsa Hə. Tərlan niyə bu qədər özgüvəndən açdı bu mövzunu? Hə, bilmirəm qardaş. Amma danışmışdın. Demək ki, Danışdım. bölümdə var imiş. Hə, nəsə ki belə çiyət, nə bilim də xəmir zat. Xəmir vəbşə. Xəmir dadını özləyirsiniz bəs. Mən indi də xəmir yeyirəm açığı. Mən heç vaxt yeməmişəm. Hətta indi də çiyət Bəs yeyirəm. sən gedib Şey, gizli şeylər Gürcü yeyirsən. xəngəlinin Mən başı onu olur. Hə. O çiy olur axı. Hə, hə. Onu Yeyirsən yeyəndə bəs o onu? özləyirəm onu, yəni. Prosta Yeyəndə bərk yeyirsən. olur qardaş, o bərk olur. Yeyirəm Xəmir o bərklikdə Hı. olmur. Mən istəyirəm yumşaq belə. Və insanları Şey, ikiyə yemirəm. bölür bu. Gürcü xəngəlinin o hissəsi. Bəziləri deyir, "Niyə yemirsən,
Ya, Hadi yeyirəm Mən- də. Bir mən- də bunun bir niyə səbəbi yeyirsən? yoxdur. Yedim buna də. bağlı bir şey deyəcəm. Mən ilk dəfə Gürcü xəngəlinə aparan bir adam var idi, Elman dayı. Elman dayı, Getdi. Elman dayı. Elman dayı salamlar, hə. Apardı, Mehtəbadda yemişdi özdə. Bir Çox adam- uzaq aparmayıb özü. Adama Filşaqdan meytavada edir. hə. Adama nə bilim də atıram məsələn 5 dənə Gürcü xəngəli. Adama yedik. ləzzət eləyir. Ən sonunda döndü mənə baxdı dedi ki, "A sən onun oralarını da yeyirsən?" Dedi, "Sən yediklərin bizə mən də çox pis oldum. Elə bildim ki, çox pis bir tat qırmışam." Gəldim mən bildin? Hə. batırdım. Çox belə özümü aşağılıq bir şey Yenə bir kimi yazıq hiss bir elədim. hekayə danış nə dər. Ya başqa yazıq hekayəm var. Dadlı, Zarafat da. Hə. Mən Yedim xəmirən onu. ikiyəm. O dedi ki, mən onu yemirlər. Mən ondan sonra yemədim açıq. Ondan sonra heç vaxt Kim yeyə idi? bilmədim. Mehman dayı. Elman dayı. dayı. Sonra dayı. rastıva çıxdı kimsə Heyfdir. Elman yeyir. jurnalı. Qaş, artıq onu yeyəndə də Elman dayı Dincəlirsən. oluram. Hə, hə. Elman dayı oluram ki, onu yeyərlər. heç. Hə, olursan Elman dayı. Elman onu dayı deyirəm. oluram, hə. Ha, İlk- Elman dayı, ilk Elman dayı. Elman dayı reaksiyasını, yəni Görəndə iyrənirsən. Ayırsın sən. Tanımıram. Senzura şey var. Yox, yox, nə dedim? Açması Elman dayı. Bu arada Səhrada məhəbbət dedin. Bəs çox üzr istəyirəm, bir dənə bir şey deyəcəm. Sən keçən dəfə Səhrada məhəbbət deyəndə mən yanına bastım ki, Fərid baxmışam. heç inanmadın. Yox, bir dənə dayı, bir dənə dayı. Fərid sən tərbiyəsizsən. Yox, yox, ola bilər. Və itaat da tərəqqüçü Getdim, deyilsən. deyim ki, şeydir. Baxın. Nəymiş bu? Hə. Bəs ən məşhur obrazlar yadıma düşmədi. Şeydə o Mikaella yad var. şeydə, hə, bir dənə cındır belə açıqlı şey var idi. Belə dəli oxşayan saçı belə şeydə. O da mənim yadıma deyil. yalanmış. Şey Polkovnik Santana. Adları belə şey. Elə bir şey idi Bəs bilmirəm. onları gördüm. Yadıma düşdü. Özümə əsəbləşdim ki, tanınmışları yadıma düşməyib, o birisilər yadıma düşüb. Qardaş, çünki bax bununla bağlı bir hekayə danışacağam. Bu o qədər izləyicisi var idi ki, Azərbaycanda. Səhrada məhəbbətin Masazırda bir nəfər, qoca bir kişi, bilmirəm, Masazırdan olanlar araşdırsın, tapsın bunu. Like eləsin. Orada bir hissə olur, Qaqaşın yaddaşı qızın yaddaşı itir, sonra baş roldakı Qaqaş bir də gəlir və qız bunu xatırlamır. Bu da izləyiciyə qoyurdu. O kişi o səhnədə infarktdan ölmüşdü. Məsələn, Allah. Necə əsəbləşmiş qıza. Barbara, adı da Barbara idi. Barbara Palvin. Bunu araşdırsın Masazırdan olanlar. görən kimdir o? Əli idi deyəsən adı, bilmirəm, Əli. Əli. Qaltığında dəftəri. Hə, sonra başqa mövzum var, Paçenik. Başqa mövzum. Yox, elə İndi bir açmaq istəmirəm amma axıra yaxın açaram. Biraz belə uzun danışmaq istədiyimiz bir mövzudur. Yo, danışdıq da bizi xeyli apardı. əridirik. Təşəkkürlər. Yəni deyə bilərəm. axırda danışarsansa kartın qutaran vaxtında gəlmədi. İndi danış. Uzadılmış sözlər deyə bir şey Ona bax. yazmışam. Mövzu açmır, indi də uyarı verir. Hə, zarafat. Torana kimi danış. Sən sıxacam bundan. Uzadılmış sözlər var, türkçədə məsəl üçün. Bu mənə həmişə batır. Doğal qaz sözü. Buna qaz deyə bilərlər türklər. Türk xalqına səslənirəm boşqab ki, kimi. hə, buna qaz deyə bilərsiniz. Nə tez tapdın ha? Doğal qaz deməyin. Hə, düz deyir. Hə, Şeydə alternativini variantı qəşəng var. tapdın. Hə, boşqab. Hava olsun sağ. Yəni türk xalqına İntellektual səslənirəm gençlər, lisey ki, uşağıdır. Lisey uşağı bəyazda doğal salamlar. qaz əvəzinə polnu qaz deyə bilərsiniz. Biz qaz deyirik, heç bir şey getmir bizdə. Real Real qaz. yek. Hə, yəni qaz gəlmir deyəndə heç kimin ağlına neon qazı zad gəlmir. Bəs belə sözlər var Azərbaycanda. Azərbaycanda sizi məsələn, əsəbləşdirən sözlər, hə, əlaqəsiz. əlüzyan. Mədaxil. Mən çox əsəbləşdirirəm. Əlüzyan sözü məni niyə əsəbləşdirir? Əlüzyan unvanika deyilir. O Yəni söz var, yəni lüğətdə Hə, elə hə, yazılır. onu özə lüğətə anarmı yoxsa hansı yazıçı mı salıb? Salamanar. Salam. Ay, Əlüzyan yazsana, əslində yazsana. şey olmalı idi. Krant. Krant mıdır bu yoxsa o Ya da insan, unvanikdirmi? əlüzyan insan. Ay sağ ol, hə, əlüzyan deyilir. Bir də buna çox rahatlıqla əlüyan deyilmək kifayət idi. Hə. Yəni niyə Və əlüzyan? əlivi batırırsansa üzədə bir su. Mən də yeyirəm, onun əlüzyanmı? Yəni Sən deyirsən 500 manat istəyirsən. Yox, yox, üzr istəyirəm, amma nəsə Amma də bir şey yəni deyim bəzi. detal verməyə ehtiyac Bura yoxdur. görsənmir, polla əl hərəkəti edə bilərəm. Hə, üzr istəyirəm. Hə, tualet tapançasına da onda bu məntiqlə. Tualet tapancasına zarafat. Tualet Hə, hə, hə. Bildim, bildim. tapança Vipa. deyəndə. Onda ona da yəni yenə bipləyərsən bəli çox sonra. Desert Yan. Eagle. Güyan deyilsin. Yəni və bu məncə çox Nəcis daha qəşəng yuyan. oturur. Çox qəşəng oturur məncə götüyan. Oturur etarlan Oturur, necə hə. eləyir. İndi onda Qanun deyəmirik da də. var. Nə deyə bilərik ona? Ona başqa nə söz deyə bilərik? Fışqırdan. Təmizləyici. Su tapançası. Təmizləyici də o deyil də. Bir də Azərbaycanda bu ici var. Hə. Fahişə edici. Belə heç mənlik deyil. Mən zəhləm Elə bir- gedir. Təzyiqli su aləti. Tokka sözündən zəhləm gedir. Tokka, rubaşka.
Tokka niyə bəs Rubaşkada mənə məndə ləzzət zəhləm yedir. Çox dənə zəhləm yedir qır. özdə. Ümumiyyətlə Rubaşka- kimsə mənə rubaşka Sarıçka. deyirsə, Nədir rubaşka? Sarıçka. Rubaşka mı bizim Rubaşka dildə Azərbaycan yoxdur? dilindədir. Bilmirəm. Yox, Azərbaycan Yeməyə görə şamdadır. hamısı köynəkdir. Heç oxşam. Kimsə Onda rubaşka rubaşka deyəndə söyüş olsun. Amma məni də köynəyin hər şeyə aid olması Hədə əsəbləşdirir. tişörtdür də. Hə. Gəlib ona köynək Qısa deyir. qol. Gedirəm. Hə, düzdür. Rubaşka söyüş olsun bu arada. Bizim söyüşümüz Olar, olsun. Olar. A rubaşka. Ay, Mən rubaşka. açığı kimsə rubaşka deyəndə mən şey deyirəm. Dincəldirəm. Bu adamla mən ayrı. Hə, ay İnsanlar. sağ ol mən də qardaşım, mən də. Bu Tokkada başqa da sözdür. onu yaşayıram. Amma Tokka ilə Niyə bağlı Ayrı şey deyil. mədəniyyətlərdə olduğumuzu Sən bilirəm. Yox, Tokka ilə yox, bağlı Tokkada o şəkər. deyil. Mən arada Tokka ilə Tokka bağlı deyirəm. deyil. Çünki niyə? Atama salamlar. Atam uşaq vaxtı mənə deyirdi ki, Tokka. Oğlum tokka. Tokka gəl bura. Nəsə olurdu. Tokka, Atam mənə tokka, tokka deyir. tokka. Nəsə bir problem olurdu evdə. Lokka, lokka. Evdə bir problem yaşanırdı günorta. Tokka ilə Tokkanı döyürdü. çıxardım. Deyən oraya gəlirəm. Mam da axşam bunu atama təbii ki bildirirdi. Bu qəmli hekayədir, çox üzr istəyirəm. Qəmli deyil, sadəcə Bu nəfər Özümü tokka hazırlayırdım. Görək bu nəfər çox tez tokkaya bağlanacaq. yaşanırdı. Atam da həmişə belə deyirdi. Tokkanı gətir bura. Tokkanı gətir bura. Ho. Tokka deyirdi. Atan sən belə qorxudur. Hə. Heç görünmür elə. Qorxulub yox, ya, atam mən. Hətta vurub. Yo, atam. Məsələn, sən- Valla Sən atam. Tokka ilə döyüb. Onda atama salam Atam zad məni yoxdur. döyüb yəni. Atam Yox, məni biz də döyübdü. döyüb. Bunu deməzdin. Bəzi Atam məni məsələn atıram 10 dəfə zad döyüb. Amma hamısı inanılmaz Hə, hə, işgəncəli bir döyüş Hə, olub. nə yəni. üstündə olub Tərlan? Birində nəndə? Birini deyim qoy. Hə. Bir dəfə Mən də Azad əmiyə olan. Heç Yo yo, olmaz. Azad mən də çox sevirəm. Azad Onda təəssüflər Tərlanın atası. Aa, Ya, ya. 1 2 3 Təəssüflər Tərlan atası. Mən yenə də qatılmıram. Amma nəsə də ev ya. Tərlan bundan sonra Tərlan atama hoca onu atam vura bilməz. sağ. Ay, sorry, bağışla. Verilişimizin baş sponsoru sonra elimdə idi. sonralarda. O biri baş sponsoru Bundan abi. oynamayım gərək. Tərlan, bundan Hə. sonra dədəmin üzünü öpməyəcəm. Niyə? Ona görə. Yəni sənə Yo yo, döyüş. yəni atam mən lap elə qorxmaya döyməz də yəqinindən belə. yo döymür. Zaten atam bir şey deyim. Atam 1 yaşdan sonra məni döyməyə buraxdı. Yenə 1 yaşdan sonra. Amma əla buraxdı həqiqətən. Amma mənim tokkanı çox- buraxa bilmədi, nə? Yo yo, tokkanı da buraxdı. Ara deyir ki, gəl bir dənə vurmaya sənə tokka ilə. Yo yo, demir. Hə. Bir arada apar da bir 6 yaşlı Yəni uşaq sizdə döysün. tokka işlənir. Atam tokka deyir. Amma Sizə başqa qoy, amma o hekayədir. hekayəni Hə. deyim. Tokka ilə o döyüş. hekayəni danışım. Hı. Dedizə nə vaxt döyüb zad. Bir dənə onu danışım. Hə, Deməli bir danış. dəfə harasa gedirdim, harasa qalmağa getmişdim. Evdəki kasetləri Yaşı bir dəndir. yaş 8-ci 5-6. Oy. 7 Evdən kasetlər var idi o vaxt, radio kasetləri bildin. Kaseti Aha, çıxmış. Balaca. Hə, o kasetlərdən Kasetin aparmışdım. çıxıb sən. Sonra da evə qayıtdım. Elə bir ki məsələn Kaseti atamla gətirmədin. bir həftə zada qaldım orada. Sonra gəldim. Atam çağırdı mənim yanına. Pianonun qabağında oturmuşdu özü. Heç unutmuram. Çox şuşalı bir görüntü idi. Dedi ki, sən kasetləri özündən aparmışdın. Mən dedim ki, hə, bəs qulaq asmaq istəyirdin də. Kasetlər də şey idi, atıram Ave Müslüm Maria zad Gürses, bildin, hə. belə qəribə klassik musiqilər. Atım da mən vurdu. Danışma, mən pis Tərlan, oldum. zarfasız Danışma da heç nə bundan. demədə. Xahiş buranı kəs tulla da qacım. Mən Ya, Azad ya. əmiyə Yo, yo, həqiqətən atamı çox istəyirəm. Bir Atam şey məni deyəcəm. vurdu. O anda İstəyərsən də o qədər vurandan İnsan sonra belə deyərsən. dedi. İnci mən Azad əmiyə podkast görəcəm. Ya ya, elə ya da dədəmlə atın zarfasınız var. Babam karıştı. Babamı ne karıştırıyorsunuz da ha. Sonra da mənə dedi ki, İnciməyə Tərlan. Zor. xəbər eləmədən götürdüyün hər şey oğurluqdur. Bir də oğurluq Gözəl. eləmə. Bildim ama bu Amma bunu heç tokka vaxt unutmuram. deyil Heç vaxt də. oğurluq eləməmişəm. Amma məncə atacandan sonra. Tərlan atan abartıb. sıxıbdı ki, mən oğluma belə bir dərs verməliyəm. Məncə də, hə. Məncə orada Hadisə gözləyirmiş. Hə, hə. Atam çünki orada çox fəlsəfi danışdı. Bilirsən, Hı hı. yəni kaset götürmüş. Ay, Nə sağ ol. zad deyərdi ki, dərlan kaset anın zad. Əməli başdı mən burada bu falan xəbər eləmədən götürmək oğurluqdur. Qardaş, Bir də ya bu oğurluq fəlsəfi danışığı edib Amma bir şillə döymezdi. vurmuşdu. Yəni çox belə dəhşətli. Bu fəlsəfi danışığı edib döymezdi ya da döyərdi fisə qutarardı. Bəs ki, mən bir dəfə hər cür sorry, vurub səni. mən bir dəfə şey öyrəndim. Ölmə eşşəyim ölmə. Hə, hə. Və bunu istifadə etmək üçün sıxırdım. Atan da döydü buna görə. Evdə oturmuşduq. Bir qonşu bizdə idi, dədəmin dostu oturmuşlar falan. Gördüm ki, dədəmin 2 paçka siqareti var. Açılmamış. Böyle götürdüm əlimə, dedim, hə deyəsən bu anda. Dedim, dədə, nə qədər siqaretim var? Ölmə eşşəyim. Belə bir şey dedi. Bilmədilər nə reaksiya. Belə baxdı, börək allasat dedilər belə. Bildim ki, səhv yerdə işlətdim. Bəs mən Vuruldun maraqlıdır bəs? ki, Yo, yo, yo. görəsən Nə var? Atan- içində? tutaq ki də sədərəyə zada gedib ki, bəs oğlumu döymək üçün də tokka. Qəşəng Mən, atan tapdı. çox hazırlaşıb qardaş buna. Atan Hə. bunu Yox, bu Yox, çünki bu o bir şey deyil. deyəcəm.
Hamının atası döyübdü də. Yox, Bəzən məndə Yox, məndə də deyil. Doğrudan. Doğrudan. Mənə döyüb. Bəzən elə döyüş anı oldu ki, mən o anda belə şey eləmişəm ki, bu çox məntiqsiz idi. Burada döyməməli idim. Bu qərarı vermişəm. Sən orada verdin o qərarı, yəni. Mən açığa atam mənə atıramdı. Məsələn 10 dəfə vurmayıb. Onun 5-ində demişəm ki, gerek yox idi bunu eləməyə. Yəni bir də məni daha döyülməli yerlərdə vurmamısan. Bildin? Yəni burada Amma bunu vurdun. yığıb da qardaş, yığıb. Save eləyib ki, bu keçən dəfə onu oğurladı, keçən dəfə nə bilim çox yedi. Yığdım, bir dənə də Məsələn, kaset elə olmasa məni- kasetdə Atamın vururdu. döyməyi dediyimdə bir şillə vururdu. Bir dəfə Toqqoba bərk döyüb. sonra getdi. Bir dəfə Bəs bərk. nə kaset Əməlli başlı götürmüşdü? döyüb də. Yəni Nupa qadın. şillə, sonra qaldırır ayağa bir dənə şillə. Bacımla dalaşmışdım. Onda demişdi ki, sən kimsən ki bacıma vurursan zət belə. Qardaş, Əməlli o döyüb. yerində Atan haqlıdır. Ha. Amma orada haqlı idi. Kasetdə pis Deməli olur. sən bir həftə olmamısan evdə. İlk gündə zadda görüb kaset yoxdur atan. Bir həftə piyanonun qabağında oturub ki, mən buna dərs verəcəm. Məncə Qoy abartı gəlsin tələ. onun ağzının üstünə biri qoyacam elə deyil hə. Tərlan 2 dəfə Baya. döyülmüsən, ikisi də məncə haqlıdır. Kaset yoxdur. Digər- Kaset digər- yox Fərid. Sən Kaset sən abartıdır. özdə necə döyülməmsən? Sənin 2 qardaşın var deyə səndən böyük. Məncə O də, Sənə hə, kimi məncə Fərid də. istifadə olunub. Sən Yo, kimi yo, yo, atavın bəzə. hissi soyuyur. Bəzi Hə. mən çox sözə qulaq asan uşağam. O da düzdür. Mən də olmuşam, Fərid. Mən də sözə qulaq asıram. Mən kaset oğurlamadım da. Yəni Mən gedib uzağa şəxsiyyət vəsiqəsini verib götürürdüm kaseti. Bəs onda tokka ilə vurdu. yo tokka ilə vurmadım. Tokka ilə atıram o bacımla dalaşana deyirəm. Tokka ilə mən 1-2 dəfə döyüb. Amma tokka deyirdi həmişə. Tokkanı Bəs gətirmə. tokkaya alternativ nə işlədirsiniz dostlar? Sizdə yoxsa tokka işləyirsiniz? Kəmərdir də yəni. Mən Tamam. tokka işlədirəm. Qayış da var. Xahişi qayış elə bağla belə. Çox istə. Həqiqətən qayış sözü sözü çox oxşuyur. Həqiqətən. Bax sözü ilə zadı ilə. Qayış edirəm. Bu arada fikir verirsinizsə qayırmaq sözü Mhm. bu pis söz deyil bu arada, biklənməsin Hı hı. hətta. Qayırmaq sözü Azərbaycan dilində, hətta kinolarda da var, 50, 60, 70-dən kinolarında filan şey qayırıram. O sözü itirdiyimizə üzr Qayırmaq sözü düzəltmək sözü idi və 90-lardan sonra, 2000-lərdən sonra artıq bu ifadə elədi sadəcə. Hı. Buranı Hangi deyər- partidən? Jibranı deyərsən. Yəni gəmi qayırma zad temaları var idi. Aydın Məsələn, hiss qaçmağı çox edirəm ki, əsəbləşdirən bir sözdür. dövlət də Mənə elə gəlir ki, hər bir Azərbaycanlı gəmi qayırma sözünü görəndə mütləq ikinci dəfə baxır ona və ya düşünür ay ondan sağ ol, bağlı. gəmi qayırmaq. Mümkün deyil, onu boş Hə. keçmək mümkün deyil. Hə. Qayırmaq sözü, amma qayırmaq sözü də çox müsaitdir. Qayırmaq sözü q hərfindənmi, yoxsa o Qayır. deyiliş tərzindənmi? Tam olaraq, yəni sənə deyim ki, Bizdə hətta büküb qayırırsan. Bükə. yəni o sözü ifadə edən söz var. Onun özü daha gənc bir şey ifadə kimi edən gəlir. sözlər. Bildiyin daha gənc də, yəni Yox, 20'li şey var, yaşlarda edilən Sənədə bir şey. danışmayanlara var, Hə, görmədə hə. dillər açılır. 20'li yaşlarda edilən bir şeydir o s ilə olan. Hə. Amma qayırmaq konkret Bəs bildiyin yəni tərlanır. Məncə qanun ifadəmə qanun görə, amma yox, yəni qayırmaq sözü Gözəl düzəltmək oldu. deməkdir. Sən nəsə deyirdin bayaq, gözəl insan. Yadımdan çıxdı gözəl. Atama da buradan yenə də Respekt. deyirəm ki, ürəyimə salma, problem yoxdur. Məncə salmayıb, elə qoyub Kaş sənə. qardaş, Yo, yəni biləm Atam pis olar onsuz ki, da baxır da vurmuşam bölümlərə. da. Hə, Hə, biraz atanla- əsəbləşib, səni evə çağırıb bir dənə də döyəsən tokka ilə. Atamla Bir çox dəqiqə, bir səhv şey eləyə salmaram. bilmirdim. Burada danışırıq Tərlan atası zadı. Atamla görüşəndə həmişə belə iki büklüm oluram. Hə. Konsertdən sonra nəsə orada şeylədiyə Tərlan atası alqışlar falan atdı. Məncə daha da yaxınlaşdıq. Hə. Amma mən hələ də o şeydə deyildim də. Səhərsi gün nəsə zəngləşdi elədik. Açsın dedi, mənəm Tərlan atası zad belə bir şey. Nəsə orada zarafat elə tuta bilmədim. Dedim necə saat orada. Elə boşa keçirtdim onu. Hə. O özdə gördü ki Passatdım Aa, buna. hə, 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 Sən hə. elə uzaqdan mənim qabağımda iki büklüm olsan yaxşıdır. Bəzi sənə bir şey deyim, sən şey videosu da çəkəndə sənə qəşəng zarafat eləmişsən, sən yenə tutmamışsan. Nə? Mallığın olur. Hə, hə. Qayıtdı de ki, kim idi o deyən ki, şeydir, Tərlanın atası ücə şey. Məzələnsən. bəsdə. hə, O hə. eşitməmişəm. Qardaş, bir şey deyim, siz ona çox mənim atam kimi yanaşırsınız. Yəni bir Sən Hə, atamızın. hə. yo, elə yox, yəni Biz ona əməkdar dostumuzun artist atası Aa, zor mən elə hörməti kimi yox. eləyirsiniz. Mənim atam dəhşət mırt adamdır, yəni. Yox, qardaş, mən ona konkret əməkdar Dəhşət artist. mırt Yəni adamdır, siz bir qoyanda şey da deyim, qoyur. bir şey deyim, siz atamla atıram da bir dirəksiz əl-qol zarafatı da eləyə bilərsiniz. Qardaş, bildin? Yəni atam elə bir dirəksəm, adam. ücə Hə, hə. atan da mənə tokka ilə döyəsən. ki, görüm Yəni bura. tokkaz al, biz elə bir zarafat ola bilər. Açıq adamdır da o barədə, onu görürük. İnsan atasını başqa yerdə danışmaz. Bu bölümdən sonra elə bir çağırıb elə bir şey eləyir. Ya. Hər evin bir məhrəmi var. Hani bu pianino? Burada da piano. Kaş burada da piano var. 30'dur burada elə qoysun sən bütün gün.
Hə, bir dənə Elə. mövzu yazmışam. Gözəl. Mövzular boldur. İsmail mövzuların yaman olur. Dərs götür. İsmail zarafası kaş Dərs götür. mövzularla Hamısı gələ yaman. bilər. Yaxşı, gələn dəfə gətir. Hə. Gətir, qardaş, çox ehtiyacımız var. Köhnə bölümlərə Qardaş, get, bax, zarafat performansları bir izlə. Sənin qəribə bir mövzuların olur. Yəni necə? Adamın ufqunu açır ki, belə oy belə. Gətirərəm. Belə yanaşma. Düşünərəm. Gətir. Tırqanı da basır. Atamı bir sevirəm. koddan da. Hə. Şey yazmışam. Özünə ad günü keçirdən oğlanlar. Amma necə? Elə bu gecə. Qəlbi sıxmaq istəyirəm. Şahin. 2 gün Xüsusi- əvvəldən hazırlığı gedir. Bizim Xüsusi üçün bir parti ay. keçirdənlər ha. Yəni şey yox. Hə, davay gedək. Yeyib içmək yox da, yəni şey. Rəngli şarlar var, nə bilim, hovuz qırağı zat belə. O qədərini şeylər görməmişəm heç mən Bəzi Fərid. yeni trend oldu Doğrudan. bəzi. Necə qəribə hiss Yəni, eləyirəm. Rəqqas sat çağıranlar olur. Ha, Yəni mən ha. şəxsən özünə ad günü keçirən oğlanların Nə? Söyüş gəlir. yəni Bir toqqalayır Yox, onu. Yox, tamam. Yox. Ağır söhbət toxunur. Niyə? Atan təzədən döyəcək. Ötən görə yaxşı. Yəni bipləyərsən də uzağa. Yox, bir Bir dənə yəni bir şey məsələn, sən burada burada böyük Yo, bir yo, məsələyə söyüş yönəldirsən. söymirəm. Hə, nə deyirsən bəs? olduğunu düşünürəm. Yox, getdi. Ha. Biplənər də yəni. Amma Biplənər, yəni Bunu deməzsən axı. Yox qardaş nə demirəm yəni özünə ad günü Yəni- keçirmək nədir? Qardaş hansı belə bazburtlu kişi görmüsən ki özünə ad günü keçirsin? Biz də bazburtlu Qol kişi dədi. deyilik. Ha, o getdi, o getdi. Hə, sən şortları da atda qısa. Əlbəttə ki. Qısa. Şortları qatmasan da Əlbəttə 10 də milyonumuz alınır. Onda getdi o reklama baxmağa. Reklama baxaq da. Gedək tez. Bəs bir dəqiqə. Hı. Baxa-baxa Dincəlir. dincəlirsən, keçmiş fikirləşirsən. Baxa-baxa danışırıq, yoxsa baxıb bitiririk sonra danışırıq? Təbii ki, Fərid. Sən qoy. Hər şeydə pauzları də da ver deyəcək. də. Qoy. Yəni 1-2 milyon var idi. Hə, o zaman 1 milyon var idi da. Yəni 7 milyon zad deyil. Susun da. Nə dadlıdır. Bir də dayandır da. Əlbəttə daddır. Orada uşağın Ahmet geriyə ver. uşağın yəni belədir. Hə, dişləyən ki. Oy, Onu ilə tamam. Nə Düşdədim. Telefon kamerası. Hə, belədir. Mən deyərdin də nə dadlıdır. Belədir. Bunu dişdə də. Hə, Nə hə. dadlıdır. Hə, düzdür, zarafatsız. Dostlar, Deyir, uşağın kast olaraq Ye də. kast olaraq 2 manat dəyəri Direkt yoxdur. uşaqdan başladı nətərlan. Uşaq başa düşür. Bəzi Uşaq ən bəzi Bir də sənə bir şey deyim, bəzi haqlıyıq çörəyin da də nədir? ən dadlı olmayan yerlərdən Hə. birini götürüb. Yenə qarboşkasını Də- zaman götürsəydi. başdan alaq da o səhnə. Deyərdim ki, hə də o Başdan alaq qızarmış yeri zəhmət zadı. olmasa. Götürdün çörəyə bax. Yəni Nə elə dadlıdır. çörək götürürlər. Belə Əlbəttə daddır. tartışdırma. Xamırını yedi o. Həmişə Baba xırdalan statdaymış. çörəyi alıram, Baba ləzzətlə statdadır. yeyir. Xırdalan çörək zavodunda Uşaq şey. ən müasir 2 fazalı texnologiyadır. Mən uşağın yerində olsam, bu dəqiqə mən o uşağın yerinə problem deyil. Bax, belə dişlədim, qulaq asıram. Əvvəlcə un elənir. Burada gic olan. Hələnmiş undan maya tutulur. Maya tam gəldikdən sonra üstünə yenidən Ay baba, un əlavə bağışla. olunur. Baba. Bilirsən Təmin maya olunur. maya üzü Bu zaman İşləyirəm. preslənmiş mayadan Getdi də dəfələrlə indi. az istifadə Uşaq olunduğu üçün belədir. həzmdə mədə bağırsaq Ay, sistemindən mədə narahatçılıq bağırsaq. yaratmır. Kəsilib kündələnmiş xəmir şəffaf dolablarda dinləndirilir. Ən müasir sobalarda bişirilir. Bişmiş çörək əl toxunmadan Bütün prosesi daşıyıcı lent anlatdı. vasitəsilə ötürülür. Ay baba. Paketlənib satış mərkəzlərinə çatdırılır. Satışda dayan da. Hə. Xırdalan çörək zavodu. Ənənəvi dad, Bir də bunu müasir niyə məsələn bu texnologiya. rakursdan çəkiblər? Bu imenini bax bu Qardaş, bak mı yoxsa Bir dənə kameraları var idi. a çox pis zarafatsız. Bir də babanın belə əlbəttə dadlıdır. Dostlar, bizə Ona görə videolar də mən atın. Həmişə Bizə əfsanə olduğunu düşündüyünüz videolardan atın və Bura yaxud da niyə yazın. yazılıb? Baxaq ona. Artıq Dostlar, bölümlərdə bu- monitorumuz var. Baxıb Xırdalan reaksiya- çörək zavodu var. Xırdalan. hə. Aha var var. Dostlar, bu reklam çox biabır. Çox Bu pis, necə həqiqətən, təsdiq Dostlar, həqiqətən. biraz sakitdir məsələn. Yox, yəni bəzi reklamı tənqid edirik. Reklamı tənqid də. edirik. Hə. Baba, Reklam- Biz özümüz Baba niyə bu reklam qədər edirik danışmağa və başlayır? Tənqid eləməyə Yəni- haqqımız var. Tamam, məlumat verməlidir. İsmail, Bu buna bizim səndə nə qədər pul xərclənib? Yəni sən bir Qardaş, o birisilər stok, yəni hazır görüntülər. deyil, yox, gedib Stok yox, çəkiblər. daha doğrusu Zavodda əvvəlcədən çəkiblər. çəkiblər Bax, məncə. əsas xərc məncə burada zavoddakı kadrlardır. Yo, yo. Baba Xərc orada də- belə. Əsas- Mənə gəlib desələr bu neçədir? Yəni mayası neçə? Qardaş 30 azadı. Yox, daha abartma. 30 Ciddi deyirəm. 30 Bəzi manat. O zavoddakı olan Burada heç nə görüntülər var. yoxdur. Onu böyük ehtimal ki, İşte kamera bitti. sənə oldu bura. Hə. Aktyor, maktyor. Əvvəlki şey Yoxdur, o manatdır da. əvvəlki şeylərdən Amat deyil də, çəkilib yirmi veriblər manat ki, bunu Yox da istifadə yox, elə. qardaş. Doğrudan buna bir real büdcə çıxart da İsmail, xahiş edirəm. Real büdcə bunu. Ev, Mən- ev səhnələri var. Bax hər şeydə, yəni evin tutulmağı, Bax, ana, evə- uşaq Evi taxtının 100-ə qiyməti. taparsan. 100-ə ev,
Aha. Kastın 2 manat. hərəsinə yaxşı 100 manat. Evin çəkiliş Hə, saatını kastin 1 saat, arasında maksimum 1 saat. Qız Ev danışmır səhnələri. da. Yəni 250 manat kasta, Uşaq- 350. Ha, 2 manat sim konsert. Hə, hə, hə. Nə bilim, səhnə yox, bir şey yox, evdir bir dənə. uşağın Operatora da ver hadi 200 manat. Ver, İndi bu hə, səviyyə bir operator şey. 200 ver. 500-ə kapatarsan ya. Uşağın bırak. uşağın bərbəri Hə, var. düzdür. Yəni belə deyim də bu çörək 15 zavoduna manat o. səslənirik ki, bu çörək zavoduna səslənirik ki, 500 manatlıq bir reklam veriblər sizə. Xəbəriniz olsun. Bilmirəm kim çəkib bunu. Təxmini Vaxtda yazılır. Hə. Yəni sizə əgər buna görə atıram 20 min zad alıblarsa, Mən Zeydi təşkil Bir düşünün. edərəm. Minimalda tutmaq üçün lazımdırsa bir də. Bunu bəlkə evdə özümüz bir canlandıraq yəni çəkək. gəl biz bu brend üçün gəlin bir reklam çəkək. Bu brend üçün yox, bir dənə çörək üçün reklam çəkək. Olar. Və Brendi xərci deməyək. deyək ki, Amma nə qədər. amma xərci yox. Çox qəşəng. Yəni elə bil ki bu bizim rəqibimiz olsun. Bəlkə bu reklamı özümüz canlandıraq. Hə, də Yox, onu da deyirəm. onu yox deyirik da. də. Yəni Hə. sadəcə çörək üçün qəşəng bir reklam çəkək. bu Çörəyə kim qəşəng olacaq? reklam Olar, necə çəkilərdi? olar. Yox, bu Bunu kim eləyək. olacaq? Həm də bu brendlərə də göstərər ki, yəni biz necə reklam Nə dadlıdır, əlbəttə dadlıdır. Falan suçka sənə. Necə gec gətirdin onu amma Təban? Nəyə? Bu əşyanı və yaxud da bunu. Sorry. Necə ölən vaxtda Ölmüşdür gətirdin? insan. Çox öldü. Hə. Temodan 200 dənə zad 28-dən keçirsən belə qabın içinə qoyublar. 200 dənə barmaq. Qiyməti nə baş etdi özdə 1 manat. Sağlığın verir. Amma bunu ən zorun Tərlan bir dənə story atmışdı belə. Hə belə. Şey qoş da, Ya. bəzən. Yaraman, Özümüz ona bir kalpasaydı izləyirik tabii ki. aman, O doğrudan, hə. O da Bu efsane. story qoyarıq. Yaraman aman aman aman. Sən baxıram. Yaraman aman. Bəs səncə mən sənə baxıram? Hə, mən görürsən. Yar külək niyə belə? Külək niyə belə? Ay külək niyə belə? Əsirsən külək, niyə ümidimi kəsirsən külək? Daralin bomba kimi Qamətə mövzularımdan tutalım. birini Hə. deyim. Özdə bir dənə ağzıfa Yox, soruşam eşidirəm. da. Keçən Tez dəfə öyrəndim getdim onu. sinemaya. Hə. Hozu adında bir film var idi. Mhm. Artıq bildiniz də onun başrolunda kim gəlir. Bildik. Mən düşünürəm ki, rus sektorlar Bəyənər. sinemaya gedirlər. Hozu adında o filmi görürlər və deyirlər ki, hə, az sektorlar Material verirlər rus belədir. sektorlara. Hə. Hmm. Yəni mən Siz kim olmusunuz? mən həqiqətən Hozuya baxıb görən Hozu, olmusunuz. aysa Hozu filminə baxıram Amma və bir şey deyim, çox utanıram. Rus sektorlarına bu Kevin. bölüm yəni şey bu oldu da, əməlli niyə- geydirdi amma Onsuz da mən aramızı bir tər düzəltmişdik. Təcil rus dilində bir dənə söz, yeni söz, tez elə. Zabuchelni. Yaman professionallaşmısan ha. Bilmirəm o nədir. İndi aldım. Ücə bilməyək məncə çıxardaq. Zabuchelni. Qalsın orada elə. Zabuchelni. Razlineç. Razineç. Razlineç. Banka bağlayanda zat istifadə olunur. Razinesi getir, açım da bu kompotu. Razlineç. Razlineç. Lı da var. Okey, Razlineç. Yazarıq bunu. Dedik də bura, oradan bura. Hozu filminə həqiqətən baxanda mən çox utanıram həqiqətən. O filmi çəkənlərin də adına, orada oynayanların da adına. Yox, o qədər şey eləmə də. Yo, açıq-açıq deyirəm həqiqətən ki, Hozu filmi Yaman ilə. açıq-açıq deyirsən. hə, ha. Yaman açıq-açıq açıq deyirəm. deyirsən. Biraz bağlı da sən də. Yo, bu benim həqiqətən. Mən də buradan elə gedəcəyim bir mövzu var. Yazmışam, yerinə düşdü. Bayevik kino. Prosto belə yazmışam. Yaxşı yazmısan əslində. Bir şey deyim, mən keçən dəfə getmişdim sinemaya. Deməli mənim adını çəkmək istəmədiyim bir bank var. Hansı ki, əla bankdır o bank. Oradan nəsə hədiyyəm var idi. Tərli bədənlər olur, veçiniz. Oradan hədiyyəm var idi. Adını çəkmək istəmədiyim bir sinemadan. Mən də getdim, dedilər ki, bəs doludur o istədiyiniz film. Hozu var. İstəsəz saat 8-də zət. Sən elə durdun sinemaya getdin yəni. Yo, Nə mən olar, sinemaya nə çıxar getmişdim ki, çıxar. mənə adını çəkmək istəmədiyim o əla bankdan, Hə, hansı ki hə. bizə sponsor olsa bu dəqiqə Adını sevəcəksiniz. bomba reklamı Hə. gedərdi. Həmin o bankdan adını çəkmək istəmədiyim bir sinema Çox salonunda. bilinə bilər. Məncə tək sənə verməyibdi bu bileti, Yəni- başqalarına da veribdi. Ona görə. Düzdür də. Nəsə onda bank hissəsini silərsən. Hə. Hə, sinemadan bilet hədiyyəm var idi və getdim, istədiyimi seçə bilərəm. Mənə dedilər ki, hə, o film hal-hazırda doludur. Axşam saat atıramda 1-də var, tutalım. Nəyi Gecə saat seçmişdin 1-də. birinci? Zootopia 2. Hə. Doluydu o niyəsə bilmirəm. Və dedilər ki, hozu var. Müzikal. İstəsən saat 8-də hozuya girə bilərsən. Zət belə baxdım ki, yəni hozuya girmərəm. Həqiqətən Tək hozuya idin bəs.
Yox, Nuray Nəriman. Hə. Hozuya həqiqətən, yəni bilirsən necə, nə bilim də belə təhdid olunmadığı Danışsan, müddətcə Tərlan. girmərəm Hə. Hozuya. Mən qopdum mesela. Bildiyə sevmədiyi Həqiqətən, başa hə. düşdük Tərlan. Həqiqətən mən çox o oğlanın adı nədirsə, o baş rolda gedən, o Aktyorun. istedadlı aktyordur. Məncə də. Doğrudan da həqiqətən istedadlı. Mən aktyordur. kadrlarını Amma görmüşəm. Hozu filmi necə olmalıdırsa elə də çıxardıb da amma. Orası orada elədir. işin Yo, mən o içindən aktyoru bəyənirəm. Mən Həqiqətən də. aktyor qəşəng aktyordur. Hmm. Sadəcə Hozu Recep nə bilim İvedik'in nə. biraz da Hə, şey yəni, kimi. Bilsən, o deyil də, yəni bunu eləməyin. Həqiqətən bunu eləməyin. Bu Hozu filminə bir bunu tənqid ən azından edir. sinemaya çıxartmayın yəni. Təşəkkürlər Bəli, bəli. Hacı Səfər. Bu həqiqətən Hacı Səfərova da buradan salamlar. Elə belə. Ateş Nəbiyə də. Ha, Bəs Ateş Bayevik Nəbiyə. kino Bayevik gələ kino, bilərik artıq. Rambo. Ağlıza elə. Van Mən sənə bir şey deyim, qardaş. Mənim dayım var ya o. Təhlükəli dayım. O kinolardan ötürü ölür. Qardaş, məncə qoca nəsildə çoxdur o tərz 100%, kinolardan 100%. ötürü ölənlər. Bayevik kino olayı budur da. Döyüş var. Hə. Ssenari Pər var. belə də. Bayevik var. kinoya, Bayevik kinoya. Heç vaxt oturub baxmaram. Yəni həqiqətən fiziki olaraq oturub baxmaram. Ya gərək uzanlı olum. Bir də ki, bəzi kompüterdə də açıb baxmaram. Televizorda getmirəm. Ancaq kasetdə. Zaten bunun Hə. dalınca da yazmışam, video kaset mövzusunda yazmışam. Video Yes. kaset alış-verişi. Bir də harasından Kaset demədən, baxmağa həmçinin başlayırsan, atam video baxmaq kaset. istəyirəm. Video kaset. harasından Hə. baxmağa başlasan tutursan. Olsun Hə. deməyim. Hı. Yəni Ay, sağ ol. axına yaxın da Hə. olsa Çempionat olur bir də. Yəni amma Adamın bir biri dənə var mən ya. o kinolarda Çempionlar əsəbləşdirən Liqası nədir? hamını yığmışdılar. Axırda kubok zadı oğurlayırlar. edirlər. Əsəbləşdirən nədir mən o kinoda? Kinoya baxanda bilirəm ki, bu qaqaş Bu hamını da döyüb hə, hə. nəsə eləyəcək bildin ən finalda. Yəni bu Döyən qaqaş qaqaşdır ölməyəcək. bu. Amma bir Bu dənə qaqaş kino var idi. döyülməyəcək. Desən 13-cü bölmə idi, 13-cü street idi, nə idi belə bir şey. Yaman zor idi. Hə, 72 frank. Yox, yox. ıxlamırlar. 13 saylı məktəb. Hə. O zor kino. O kinonun bir sən nəyinə əsəbləşirəm Fərid? Orada bir dənə səhnə var. Siz də görmüsünüz 100%. Bilinə kim deyirəm? Keçəllə şey. Bildim, Kosa. bildim. Gəlirlər, qaçır birlərindən Hə, ilk hə. başlarda. Hə. Çox dəhşətli şeylər eləyir. Dəhşətli yerlərdən tullanır. Hə, hə. Amma hələ də buna yaxın olurlar. Bunun dalınca Hə, düşənlər. sağ O ol. detayı görmüsən. O bayaqdan sən bu qədər eforka işlədin. Haralardasan, haralardan tullandın. İndi bir dənə də bir-iki elə belə qısa mövzular deyəcəm. Bir, bu yeni il mən çox təəssüf ki, ondan geriyə saya bilmədim. Hər yeni il sayırdım. Və istəyirəm ki, bu yeni il nə edək? Sizə bir təklifim var. Daha doğrusu xahişim var. Bahar bayramında hansı ki belə bir söz deyilir. Bu il atıram da saat 14:27-də bahar girir. Salam ki. Sizdən Elə xahişim saatla odur ki, verilir. Aha, verilir, Sonra? verilir. 14:26-da biz həmin vaxt bölümü çəkmiş olaq və ondan geriyə sayaq, belə bir an yaşayaq. Mən bu sizdən Antaklosku komandasına 6 qara pişik. Onda gərək komandasına tərlan xahişim başlayan kimi eləyək. Bölümün başında olsun ki, rahat Aha. qoya bilək. Birinci Hə, Fərid. üzr istəyirəm. Fərid, sən həqiqətən çox ayıb olsun. Sən Üzr istəyirəm. mənim dostumsan, amma Üzr çox istəyirəm. ayıb Eləyərik olsun tərlan. sənə. Bu mənim bir xahişimdir, Heç nə qulaq həqiqətən. asmadım. Hətta məncə insanlar da buna qoşulsun. 14 Canlı atıram eləsə da. olar da bu. Sən də qəribə 26-da. Yox da yox. Gel Story. gəlsin tez bazar. Verilişimizin baş sponsoru sodalarıdır. Soda yeyinti üçün. Verilişimizin Opşi. sponsoru. Hə, ya gedər. Bu səfər elə Verilişimizin denən. Opşi baş sponsoru aviasales.az-dır. aviasales.az gəzinti üçün. Dünyanın ən yaxşı cümləsi. Aha. Mən Hadi. bütün dinləri araşdırmışam. Bunu deyən insanlar həqiqətən baxıram ki, sən bir ədəd dini belə araşdırmamısan. Sən sadəcə hansısa videoya baxmısan. Yes, yes. Böyük ehtimal ki. Ralboyos əşya gətirməmişik bu gün. O Hə, Ralboyos Ralboyos adam insan, ola bilər. hə. Yəni bir insanın həqiqətən bütün dinləri araşdırmağı fiziki olaraq mümkün deyil. Mümkün deyil. Deyil. Çünki adicə məsəl üçün deyirəm də, tutalım ki, biz indi İslam coğrafiyasındayıq. İslamla bağlı hələ də hiss yazılır. hə. Hələ də bizim bilmədiyimiz kifayət qədər material, mənbə filan var da. Yəni sən necə oldu ki, İslam, Xristianlıq, Yahudilik, Ulan nə bu bilim, üçünü Hinduizm, nə ara bitirdin? Sintoizm, nə Təkcə bilim. bir dini belə, bir Yəni dini ay belə. sağ ol da, hə. Şey kəşf edə Və bunu bilməzsən, belə şeyləri mən bütün dinləri araşdırmışam. Hə, halal O elə olsun deyil. sənə. Bir dəqiqə, mən Neynədir, sən bu sözvə, baxdın bir-bir. mən bu sözvə inanmadım axı. Yəni bu bildiyin yalançı bir cümlə idi də. Mənə dedin ki, mən bütün dinləri araşdırmışam ya da nəsə. Mən inanmıram da. Mən İnanmıram da inanmıram. keç Hə, də. hə, yəni də hə. Mən Ondan sonra bir dənə də Ralboyos bir şey demək istəyirəm. De. Sulu qar. Düzdür bəzən. Hə. Əli çıxmaz. Mən özümü bildim bileli, mən bu sözü eşidəndə keyfim pozulub. Sulu qar yağır. Sulu qar Ya bilirsən deyirsən nədir? ki, həvəslə gəlsən Hə. qar Ya yağır, yağış deyir, ol. Sulu Ay, qar. sağ ol. Ya yağış ol, ya da
Yox Qarol ol. ya da Qarol. Amma namussuz olma. Namuslu ol. Bu gün o var. Ral idi. Bu gün Bayos. yəni sulu qar namussuzdur. Bunu da Denə nə dizləri olar. Sulu qar namussuzdur. Belə, deməli Bir dənə dostlar, var. Instagramda Aypirma ilə bağlı olan shorts reelslərin birinə belə bir rəy gəlib. Elgün Quluzadə yazıb ki, Qurtlar Vadisinə baxanda Ömər baba olan yerləri qabağa atdığım kimi, bu danışan yerləri də qabağa atacağam. Bunu Aypirmaya deyib. Hər kəs. Və Dilşad İsmail buna cavab yazıb ki, bəlkə Ömər babanı dinləsəydiniz, həyatı başa düşərdiniz. Okay. Kim haqlıdır? Mən olaraq bir şey deyim. Mən Qurtlar Vadisinə dəfələrlə baxmışam. İlk 97 nəzərdə tuturanlar. Birinci o Elgün bəyin dediyi kimi eləyirdim. Hə. Sonra dedim ki, bir dəfə Ömər babaya baxım. Bəs Ömər babaya dişimi sıxdım, baxdım. 2-3 məqamda çox qəşəng temalar eləyir. Yəni Dilşad da haqlı ola bilər, hə? Biz Ömər Dilşadın da babanı haqlı olduğu Fərid, şeylər var. amma burada məsələ bilsən nədir? O fokusda girib baxanda Ömər babaya ayrıca baxaram. Amma mən qoşurdum da. Yəni dəfələrlə elə sənin kimi baxırdım. Çatışma səhnəsi zad olur. Sonra Ay, sağ ol. unuduram da. Məsələn, unuduram qalır da orada. Bir də görürəm, bir durğunluğa düşmüşəm. Nəsə iş görürəm, arkada gedir də. Başımı qaldırıram ki, bu danışır. Bilirsən, arada İstəyirəm belə deyim bir ki, kadrlar dayan olurdu. da bayaqdan döyürdük Arada belə bir kadrlar olurdu. Polad nəsə eləyəcək? Bu eləməyinin motivasiyası nədir? Onun səbəbini göstərirdilər. Ki illər əvvəl Ömər baba buna bu şey deyib sanki. Baxırdım ki, yəni nə gerek var idi? Polad onu eləsəydi alt onsuz tərəfə adam yəni vurasın. yəni hə. bölümdə pat belə keçə bilir. Da belə Orası keçə elədir, bilməsi- amma Ömər babanın sıxıcı səhnələrin olma səbəbi bilirsən kimdir? Hikmət. Hikmət, Ay, sağ ol. Ərən, bir də Elif. Hə, O hə. bir dənə kuruğa bax. Hələ Oyun canan bu gəlirdi kuruğa. araya. Sən bir şey Aa, deyim vəhşi ki, bir sən bir şey abırçılıq. deyim ki, bu Canan deyilmir. Badımcan. Bu deyilmir. Mən açığı Elif səhnələrində Mən də- mən də Canan, Elif- Elif. yəni yes. Eliflə bağlı sevgi, Hikmət. o sevgi mənə çox belə nə bilim. Hələ Cananla şeyin Mən belə yəni Poladın flörtləşməyinə şey Hə, eləyir, hə, vurğu hə, eləyir. hə, İçimdə dedim ki, Yəni- baba. Ömər baba mənim üçün kimdirsə Elif də odur açığı. Yəni o filmdə də. Çünki o filmin janrı o deyil. O filmdə Çünki mən Elif savcı səhnəsi istəyirəm. O filmdə mən tombalacının şeylə, yəni bu tip səhnələr Va- istəyirəm də. Elif yığanda Polata ki, mən niyə gül almadın? Deyirəm ki, Hə, Eren şey var. kimi yox, Dəniz yəni- qırağında da oturub danışırlar, qardaş. Full skip. Yəni, mən deyəsəydim baxmıram ki, bəlkə bir şeylər itirmişik Ömər babanı izləmədiyimiz üçün. Amma Yo, yo. sən Yo, get Test edən ayrıca zaman, bax. test edən Yəni zaman. bir gün Maraqlı nəsə olur. maariflənməksənsə aç Ömər babaya bax. Amma mən baxdığım Bax- yerdə araya girmə. Eren, Hə. Eren midyedi orada kardeş. Konkret. Abla benim kalemimi kırmışlar. Nə kalemi? Hələ birinci ay nəsə Eliflə belə Yaxşı. Bir dənə görməli mövzu varsa onu da deyim, yoxsa Çox gedək. Mən gidiyorum. mövzu. Salamlar demək istəyirəm. Hə, bu arada kiçik biznes dəstəyi salamlar o sizlərə eləyək. Hə. Deməli Nigar var ya bizim iş yoldaşımız. Yenə gətirdi Hə. hansısa tanışın soxsa. O keçən dəfə dedi ki, mənə də salam göndərin Fərid. Sənə də aiddir bu. Nigar kimdir? Nigar da valla dizayner. Avstraliyada olan. Astral səyahət. Hə. Sən hal-hazırda Tərlan. Sən Nepotizm edir. ya, hə? Yəni Yo, öz yo. tanışındır deyə Yo, həqiqətən. Mənə keçən dəfə dedi ki, hamıya salam göndərsiniz, mənə də göndərin. Mən bu nə şeydir? Hamıya salam Yox. göndərirsiniz, bir mənə göndərirsiniz. Bizi bəyənən çıxmaz. Hə, izləyir də Fərid. Bir Bizi şey deyim kimsə like bəzi. yapmaz. Hə. Avstraliyadan bizi izləyir yəni. Hə. ya, dostlar, Yəni- Nigar Ya Biz də sən xaric, salam. biz də xaricdə olanlara naxarış Hə. edirik. Ya da Nigar sən salam, amma bilsən mən nə qədər adam deyir ki, mənə salam göndər, salam göndər. Yox da qardaş, dirəməyib də yəni. Bir kəlmə deyib. Məzələnirsən ha. sən. Oradan. Mənə bilsən nə qədər deyirlər, Nə dəli. qırırsan ki üstümə? İndi Avstraliyada deyil Nəsə deyə. mən demək istəyirəm ki, yenə də Nigarsa salamlar Avstraliyaya. Mən bu gün bir dənə el. Avstraliya salamlar. Bir də çox istəyərdim ki, bir də Rəşad var Amerikada. Bizim kəndimizin fəxridir. Elə belə demək istəyirəm. Bu Salamlar olar. oldu. Bu zordur. Bir də bir şey deyim, o Nigar sən Rəşad, kapatıldın. o Rəşad konkret olaraq TQDK imtahanında yığdığı balla 696 bal yığmışdı. Bizim kənddən sual Amerikaya qazandı, getdi. konkret. Yəni Biz o kənddə abadlıq. o elə bil ki, bizim kəndin Elon Musk oldu, həqiqətən. Savxozun Elon Musk oldu. Rəşada salamlar. Bir də Elon Musk'a da məsələn salam. Cənubi Afrika Respublikasından, nə bilim, olanlar varsa, rəhbər Kongo Demokratik Respublikası, bu tip yerlərdən bizi izləyənlər varsa, həqiqətən Venezuela'dan. desinlər onlara salam verək. Venezuela'dan onlara filan. su göndərək. Nə bilim. Yəni o tip yerlərdə yaşayan adamlar, yəni adını bilmədiyim Côte d'Ivoire məsəl üçün. Burada yaşayan adam d'Ivoire. varsa onlara salam göndərək. Mən istəyərəm həqiqətən Fil oralara dişi salam sahibləri. göndərək. Hə, bu belə Nigarsa da salam göndərdik. Bu bölüm belə. Siz də elədiniz. Onun ürəyi açılıb yaman. Atmır içinə. Dəri əl işləri.
Solaxay Hə. qoyacam. Heç. Amma zor Hə. işləri var zarafatsız. Hə. Ümumiyyətlə dərini çox Ha, sevirəm deyə yes. girdim baxdım. Maraqlı işlər var. Girdim səhifəsinə, amma izləmədim. Bu arada mənə bu köynəyi Mezyaz Sağ olsun. Sağ olsun. göndəribdi. Sağ olsun. Hə, sağ olsun. Burada Sonra dostlar sizə bir sual vermək istəyirəm. Ver. İzləməsəz belə görmüsüz də DC Aha. obrazlarını. Aha. Kapitan Amerika haqqında fikirlərinizi bilmək istəyirəm. Tamamilə bomboş Baxmamışam, bir personajdır. bilmirəm. Tamamilə elə bilirəm ki, kapak resmidir. O həmin o. Hamının amma bir teması var DC-də orada. Hə, hə. Mən bu arada izləmişəm də hamısını. Hamının bir ilahi güc oradan gəlib, kristaldan alıb. Bunun heç bir Hətta sən bir şey Özünün belə yekə aparmağı var ya, arada əmr yəni verir. şeydir bu. Bu güclüdür. Amma yəni o yandakıların yanında heç nə də yox. Mən olsa da Superman filmləri filan sevmirəm. Bir dənə yəni bəlkə Batman hardasa şey eləyir. Mardin. Batman, Elə dedim. görməyeyim səni bir yerlərdə qarşıma Batman-də nə olursa olsun hamının favı olur. Zarafatsız İzlə elədi. bir Bəs sən sadəcə Ronaldoya necə sahib çıxırsansa, Batman-ə də elə sahib elə çıxırsan. Sən çox dəhşət Cındırsan, nə Yo, buna yo, nə yo. tapasız. Hə belə Kapitan Amerika məncə atıram da hansısa önəmli bir adamın oğludur prosto. O da Yəni, deyil də, Ali problem Sunal odur ki. kimi bir şeydir. Hə. Bildin mənim üçün çox önəmsiz bir personajdır Kapitan Amerika. Sevənlər olur arada bunu. Ya, Ya, Məsələn ya, görürəm. Kapitan Man Amerika cındırdı. sevən adam böyük ehtimal ki geydir. Iron Man həqiqətən. cındırdı amma bir pulu var, bir bacarığı var. Hə. Mağarada bir şey düzəldir. Bəs sən Deməli belə. Bu bölüm bir dənə kədərli hekayəmi danışacağam yenə keçən dəfə kimi. Sadəcə belə görürəm ki, vaxtımız çox qalmayıb, ona sən görə çox danışmıram. saplayacaqlar ya. Məncə də hə. Hə, növbət dəfə danışacağam. Amma belə bir şey, bunu niyə danışacağam hər dəfə? Artıq qərar aldım ki, travmatik hekayələrimi danışım. Çünki Danış. Birini danışdın danışıb atavın rahatlayıram. Tamam döyüşməyə. ki. Atamı Bir də belə bir dövmək. şey deyəcəm. Bəlkə bizə hansısa nə Fizioterapiya deyirlər? Yox. göndərirlər. Terapevt də, psixoterapevt deyirlər, nə deyirlər. O izləyib bəlkə nəsə bir rəy verər filan. Mən açıq həm bunu düşünürəm, həm də terapevt qiymətləri sizcə normaldır yoxsa? Neçədik? Atıram da məsələn 120 manat. Gedirsən danışırsan, Aha. Sonra da özünlə bağlı dincəlir. rahatlığı 45 dəqiqə. Mən bölümə baxıb deyirlər ki, 45 sən dəqiqə. eyləyirsən. Və 120 manat. Biz otururuq bir Amma bölüm eyni çəkməyə, deyil, 4 saat amma. bölüm çəkirik də, 3 saat bölüm çəkirik. 120 manat verirsən və sən problemi, mən məsələn düşünürəm ki, mən problemimi həll edənə kimi 45, yəni 45 dəqiqədənsə bir seans, bir 100 seans getməliyəm. Və seansın biri 120 manatdan 120 min manat eləyir. Onda elə burada Bu danış. uşaq Burada- istəyir ki, ancaq qazanc özünə Yo, yo, qalsın. Yəni demirəm, kim nə Fərid, yo, yo. işləsə ona Yo, qazanc yo, qalmaz. həqiqətən haqq edirlər, o mənada demirəm. Sadəcə bu Azərbaycan ortalamasından mı çoxdur, yoxsa yəni mən istəyirəm həqiqətən terapiyaya gedim. Sadəcə bahadır, yəni. Doğrudan. Onda boş ver burada Boş ver, danış. burada Üstünə də danışım, kofe hə. aldan kofe alsınlar. Bizim Heç amma nə kofe olmaz. aldan da alanda mən istəyirəm ki, hansısa nə bilim də bəlkə terapevtlər desin ki, dostlar, okey, qiymətimizi saldıq 30 manata, hər kəs gəlsin, dərdini danışsın. sən 30 manata Hə. nəsə eləyirsən bu həyatda. Eləmirəm, doğrudan eləmirəm. Hə. Sən Tərlan bu temalarda çox vicdansız olursan. Vicdansız Yo, yo, deyiləm, Tərlan. Məncə sən çox qiymətli qiymətli deyil. Mən- dostlar. mən Yo, bilirəm, yo, 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 yo. Fərid, 30 manat yaxşı qiymətdir. Bax, Mən qulaq bilirsən as. niyə deyirəm, şişsən Fərid? Yox, Qardaş, yox, Fərid. Bax 30 manatdan seansın Hə. biri. Hə. Lap 50 deyək. Hə. Lap öldürmə. Yaxşı, 50 yaxşı, manatdan 50 seansın olsun, hə, biri. Hə. Xidmət belə olur. Gəlirsən, danışırsan. Yəni 50 manata sadəcə danışırsan. Yəni seansın sonunda sənə heç nə deməyəcək. Ən sonunda deyir ki, Tərlan, bütün nəticələrin əlimdədir. Mən baxdım, bu işin içindən çıxa bildim. Əgər nəticələri istəyirsənsə, sənə 2000 kömək manat olmağımı gətir. istəyirsənsə, gətir 2000 Ay, manatı. sağ ol. Mən razıyam. Verim bundan. nəticə. Hə. Tərlan, bəlkə sən Bu arada premium yazmışsan. Premium üyəlik oldunuz. Qardaş, Çünki mən maraqlanmışam. Zaten Məndə bu bir ara olayda- maraqlandım. Hə. Normalda belə bir şey 70 manata, 80 manata da var yəni. Sən qardaş gedib var bəlkə premium mu tutmusan? 70-ə 80-ə olanda şey Onda olur. da- da. Sən Dayan ayranım dəqiqə, tökürsən. dayan. Hə, nətər ol sən freelance iş görəndə tutaq ki 300 manata şey eləyirsən, 50 Qardaş, manat iş görənlər bu də reklam var da. yazmaq deyil də, bu insan sağlığı ilə bağlı bir Nə, məsələdir. O da var, var, o da bir işinin işdir də. mütəxəssisdə nə dəxlisi var ki? Bilmirəm, mən Hə, həqiqətən bilmirsən, onda get evdə al. Deyirəm, sən- Get ağlı sən gündəlik. özünə tut. xeyir Dostlar, amma çəkməməlisən. 120 bahadır da. 120 Yəni. bahadır. Məsələn, 120 Baha söhbət məsələsi deyil. deyil. Yəni Yəni bəzi 3000-ə də iş Sən bir görən şey var, 5-ə deyim, də iş əgər, görən var. əgər 20 dəfə gedərsənsə 70 də bahadır. Ha. Yəni də, yəni buradakı məsələ odur ki, qardaş, can həkimlə Fərid, sənə gəlirəm, ssenari yazdırıram. Məsəl üçün deyirəm. Deyirsən ki 1500 manat. Dosi. Ssenari verirsən, 1500 manatı verirəm, üzr istəyirəm. Hə. Gedir. Bir olub Yox gedirsən. da, yox, tapmışdın da sözü. Hə, ssenari verirsən, gedirsən. Terapevt elə deyir, axı mən bunun yanına bir 20 dəfə gəlməliyəm. Mən bundan 1500-dən qurtarmıram. Mən bundan bir 10 minə yaxın pulum Dosi, çıxır. mən o prosesin Sən hər gün prosesin- getmirsən Bax, ki. Hər gün getmirəm, mən hər həftə gedirəm. Hədə hər həftə yersə nə qədər eləyir?
Hər həftə gedəndə ilin sonunda nə bilim İlin 10 sonu min yox, ayın eləyir sonunda də. nə qədər eləyir? Hələ ayın sonu nə? Onda bəs yaxşı, səndən promoy bir dəfəlik qiyməti alsa, rahatlayarsan. Məsəl üçün 1500 verirsən, Hə, 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 sonra. hə, Onda sənə rahat part-part vermək qoyur da. 1500 nə qədər terapiya düşür? Gözə qoy bilmirəm. Bilmirəm. 3-4 ay Ay, eləyir heç olmasa. Qiymət 5 ay sonra zad da. eləyir. Bu sən bilsən 1500-ə 5 ay pul eləyir. Sən deyəsən ki, mən burun əməliyyatı eləmək istəyirəm tutaq ki, amma 30 manat olsun. Hə 21 seans edir. Yox, hep sən Ay, bu Ya, ya, hər bahadır. şeydə qabaq. yox, hep elə gəl belə falan şey qiyməti niyə belədir? Yox ya, 100 min də qazansa eynidir. hələ buna bax. Bu biri qabaq. Bunu da təzə kəşf elədi. Futbola 15-20 manat pul verirsən, cəmaət 30 manata şey eləyir. Nə, okey bağlaşma zat bilirəm Hə, falan. həqiqətən. Amma Mən işində özümə görə demirəm, şeyinə Fərid, mən eləyərəm. hörmət eləmirsiniz ki, pullarını da hörmət qiyməti var. edirəm. Həqiqətən də o mən başa düşürəm ki, kimsə gedir xaricdə təhsil alır, kimsə bu sahəyə ömrünü adayır da, yəni bunu başa düşürəm. Amma psixoterapiya elə bir sahədir ki, buna Ucuz zaten olmalı. elə necə deyim, məsələn tutalım ki Taksi də atıram 5 il qabaq mən düşünürdüm ki, mən aparıram. psixoterapiyaya getmək istəyirəm, amma gedə bilmirdim sırf qiymətinə görə. Sən də yoxsan. Yox da, buna görə yox. Necəsən hep Yəni Yox, qardaş, yəni bu əl çatan bir şey olmalıdır. Bax sən Mənim problem əslində budur. Sən problemim Tərlan, qiymət də deyil. sən qardaş. oturursan, bir şey o qədər düşünürsən, sonra qalır. Onu deyirəm də, bax bu qədər düşünməyimin Mikrofonu səbəbi odur aç. ki, nə? Mikrofona danışsan heç Hə, mikrofona. mikrofonu açıram. Hı. Düşünməyimin səbəbi odur ki, bu əl çatan olmalıdır. Mən deyirəm ki, terapiya Əl çatandır da. deyil. Deyil qardaş, Yox, deyil. mən deyil. qiymətdə haqsızlıq zat məsələsini Mən demirəm, yox, bahalaşma zat Kimsə, ola bilər. mən Süni demirəm istifadə ki, eləyir. psixologlar birləşiblər, oligopoliya qruplar. Deyiblər ki, bizindən İstifadə belə elə də, bu qədər istifadə elə. qiymət deyəcək filan. O demirəm elə bir şey eləyiblər. Sadəcə Eləməlidirlər birinci, amma heç Azərbaycanda nəsə. real insanların əl çatanlığı nədir o terapiyaya getmək? Qardaş, Deyil də, yəni ayda 400 sən 120 manat manata pul 500 manat gücün çatır da, alıram. düzdür? Hə. Niyə getmirsən? Çünki Niyə 20 getmirsən? dəfə getməyə pulum yoxdur. Yox, bir dəfə gəlib yoxlamısan. Bir dəfə gedəcəm, deyəcəm ki, mənim tutan falan dərdim var. Onda Atıram da, vəsyo, dedim ki, mən bağlandı. götürmüşəm. Sonra denək ki, Bağlandı bir çarəsi temada. var, həkim alınarsa gəlim. Tema bilsən Davam nədir? edeyim. Gedirsən bir dəfə yoxlayırsan, ümid işığı görürsən, səni rahatladırsa, onsuz Mən bir deməli dəfə- ardı mən bir var. dəfə xahiş edirəm. Ümid Mən- işığı mən görürsən, Mən gözlə, sən prosedurun gedirsən özünü də. bilmirəm Mən bu deyə. Prosedurun mövzuda özü budur. Gedirsən, Bir dənə gözlə. mən maraqlamışam da, gedirsən, açılış seansıdır, danışır falan. Və günün sonunda deyirsən ki, ofisdə məni rahatladır, zordur. Mən Orada yenə fevralın gəlirəm. 3-ü gedirəm, başlayacağam. Mən də başlamaq Hə, istəyirəm. bilmirəm qiymətini, Mən amma bu arada- nədirsə verəcəm. Mən bu arada bir şey deyəcəm. Mən Hə. panik Bu yaxınlarda gedəcək, ona görə indidən. Yo, bəzi heç o laf Tərəfin istəsən saxlayır, ürək hə. həkimi olsun. Doktor, İndi mən- yadıma Mən düşdü. burada bir şey demək istəyirəm ki, Mən buradaydım. bu mövzunun cahiliyəm. Terapiya mövzularının cahiliyəm. Bu sahə ilə məşğul olan amma bu sahə ilə Gəlsinlər məşğul olan desin, dostu 20 olan manata yox. kim Kimsə istəyirsə varsa gəlsin. doğrudan da buna dair bir şey yazsın. Mən doğrudan Qardaş, aydınlanım. Mən 15 şey demirəm. manat Mən bu fikrimdə tam terapevt qəti olan. deyiləm. Mən sadəcə sual işarələrim var. Bunun açıqlanmasını istəyirəm və sizin açığı bu aqressiv yanaşmanız məni Xeyr, Yəqin mənim ki, aqressiv yox, yanaşmam. yox, Mən Xeyr, səndən məni- empatiya gözləyirəm ki, Aa, sən siz 20 ağzına manata gəlsin. bir də tərpətmirsən ortada. Xeyr, Sən kimsə bütün gəlib deyir, işlərdə, məsələn, bunu 100 sən manat bütün eləyərsən. işlərdə. Gözlə bir də bunu ağ çıxardım yox, dəqiqə. psixoterapiya Çünki- Gəlir kimsə buna Mən deyir, belə bir ssenarini davranıram. 150 Aa, yazarsan, so. mırtdaşır nə qədər evin içində. İndi eyni Həmin şey şeydir. yaşayırsan. Çünki sənin təcrübən var. İllərdə hələ mən bunu bəsit şəkildə düşünürəm amma illərdir təcrübən var, sənin yanaşman Mən var. burada yandıran deyim nədir? Nədir Sən yandıran? deyim. Baha Deyim olmadı. nədir? Yox. Sən pul xərcləmək istəmirsən bu. Yox, yox, pul xərcləmək Bir dəfə Zamanı. get, dünən ki, Bir vəsə mən dənə qane deyəm. eləmədi. Vəsə Bir dənə get. deyəm. Misal üçün də bir dənə dənə deyəm. bir şey deyim sadəcə. Tutaq ki, təyyarə biletlərində bahalaşma var. Bu başa düşüləndir ki, başqa Avropa ölkələrindəki təyyarə biletləri ucuzdur və bunu eləmək Sən mümkündür. qızmısan, Fərid, bir dənə sakit. Dayan da, dayan. Yox, mən sənə qızmamışam. Ümumiyyətlə Çünki qızmısan. çünki bölüm boyu imkan vermədim danışmağa. İndi vəbşə əsəbləşdirdim. Qurtarın da. Ha, gözlə. Dayan, dayan. Avropadakı nə bilim həkimlərdə zətdə həkimlərdəki qiymət bilsən nə qədər bahadır? Yəni onlara düşməz. Onda get o həkimləri də saxla da. Demək ki, ayın prosedur üçü budur. gedəsən, Bilmə, deyirsən gedəcəm. pul Və gedəsən, səbəb nə qədərsə verəsən. Gəlib danışarsan da. Bəzi Bu bu səbəbdir böyük baxar. ehtimal ki, bilmirəm hələ bir dəfə mi olacaq, 10 dəfə mi olacaq. Mən hələ yeri Bəs götürürəm. görəsən o səni xod Mən Nə əslində danışacağını sehir nə orada- bilirsən, Hə, hə? səhv bir şey Sehir deyil. orada yaranır da indiki. Hə, hə. Mən hətta nə ilə Buradakı şeylərdən qarşılaşacağım biri də bilmirəm. bilirsən nədir dostum? Mən tutalım ki, gəlib səndən dərdimi bölürəm. Dost kimi. Okay. Səndən də dərdimi bölürəm. Yəni də dərd bölmək biraz intim bir məsələdir də. Bunu
commercial formada eləmək biraz mənə O əslində bəlkə də peşəkarlıq oradan başlayır da. İndi o sənə elə şey eləyir ki, yəni o verdiyin pul orada onu deyirəm, dəyər dəyməsi mənə var məlum da. deyil. Mən zaten bunu sorğulamağım. İşte referans buradan yaranır da. Referans alırsan çox kimdənsə, aqressiv aqressiv yanaşmıram. Yəqin ki, Sən psixologlar çox bunu cahil görüb, danışırsan bu dəqiqə. bilərlər ki, Bu da bir mən şey həqiqətən oldu. Baxın görün kim sual köçdü, verdim. kim Həqiqətən sual verdim. Qarşılığında belə Ya, aqressiv ya, reaksiya Tərlan, aldım. sən pul sən temalarındakı bizə hər harda şeyə haqlı olarsan, səbəbdir. sən bizə harda haqlı olarsan, sən referans alıb gedirsən də, hardansa düzdür. Məsələn, hansısa dostun gedib, Aha. sən də gedirsən ora və dostumun sənə danışdığı kimi bir etki Mən yaratmırsa, yox, demək istədim sən. qayıdıb deyə bilərsən ki, mən getdim, bu olmadı da, Etki məsələsi deyil. Bilirsən, mənə bu çatmır. Məsələn, tutalım ki də, atıram 70 manat ödədin, tutam girişdə. Nə bilim də 80 manat ödədin. 120 vermir hələ. deyən. Yaxşı 100 manat ödədim. 70-i girişdə verir, 50-ni həkimə verir də. 100 verdim. 120, Sonra girdim 120. həkimin yanına. Bu şey deyil də, böyrəyimi yoxlatmaq zad deyil də. Həkim böyrəyimə baxdı. Getmədən biləməzsən. Bir dənə bir şey Aha, sual deyil, verin. sözüm Yox, 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 Bir dənə yanında, bir dənə xahiş Hə. edirəm. Nə Yox, olar? bir dənə Çox sual xahiş edirəm. verin. Aqressiyanızı dayandırın. Aqressiv deyil. Aqressiyanızı Vallahi bir dənə danışırsınız. sual verin, sonra acı Hə. şeydir. Getmisən heç? Getməmişəm də, getməmişəm. Hə, onda Atıcı və yox. Sadəcə hekayəni Onu deyirəm, bilmək sən istəyirəm. Bəlkə gedib gedib belə bir Ya şey demək olur. istəyirəm ki, məsələn, atıram da, böyrək həkiminə bu belədir. Gedirsən, pul verirsən, 30 manat, rentgenə salır, nəyəsə salır, 30 manat, hə, böyrəyində daş var, tutalım ki, ya da yoxdur. Əla. 100 manat verirsən və bu beynimin içində olan bir şeydir axı. Və bu commercial bir şey oldu, bildin? Mən sənə oturub dostum kimi danışmalıyam bir növ. Çünki sənə sirrimi açıram. Səndən bir bağ qurmalıyam da istənilən halda. Hə, İstənilən okey. halda bağ qurmadığım müddətcə səndən danışa bilmərəm. Hə. Mən Uroloqa 1000 onda manat da görə versəm. göstərməyin. uroloqa göstərəndə Yəni də deyən, narahat hə. oluram mən. Mən Yəni dostum. biraz bu məsələlərdə əslində mən narahat Dosiye, edirəm. bir dənə bir şey Bəs deyim. onda O məsələ həkim- peşəkarlıq buradan yaranır da indi. Sənə yenə deyirəm, getməmişəm amma təxəyyülümdə Hə, hə, belə hə, canlanır ki, sənə zaten Mən pisləmədim bu arada o həkimləri. yox, sənə yanlış zaten anlaşılmasın. dost kimi yanaşacaq ki, sən rahat Amma işte mən ona da 100 manat verəndə onu dostum neynə kimi istəyirsən, görə sən bilməyəcəm. dolanırsan. Onda məsələ. pulsuz Bu ssenari məsələ. var. Bu da məsələ. Onda Bəlkə yaz belə ssenari eləmirlər. Mənim pulsuz. düşündüyüm budur. Mənim düşündüyüm budur. Mən o həkimə atıram da, məsələn, Demo seansı yox, eləyə. finalda mən o həkimə tutan 10.000 pul verəcəm. Mən o həkimə həkim mən şeyləsin, sağaltsın. Mən də ona sonunda bir maşın alım, tutalım ki, hədiyyə kimi, bilin, dostuma bir maşın almışam kimi. Beynimdə belə Hə. kodluyum, bildin? Hə. Yəni bunu commercial münasibət kimi görəndə mən deyirəm ki, bu mənim yəni sirrimi böləcəyim adam kimi deyil də, pul verib nəsə danışdığım adam belə Zaten qəribə sən gəlir mənə. sirvi bölüşəndən sonra Ya gəlib burada şeylər məsələ məndən demir ki, pul çıxmağı bilirsən, deyil. Tərlan verilir, belə demir Yəni ki. ay sağ ol, mən tutan verdim. Sən deyirsən ki, sən mənim dostumsansa niyə sənə 120 manat verdim? Mən bunu başa düşdüm, yəni. Bunu deyirsən sən? Deyir ki, Demək mən sənə Gəlmişəm çox dost kimi danışıram Hə, səndən, amma niyə bu qədər biraz pul əvvəl verir? 120 manat 120 verdim. itələdim sən mən. buna Hə. qarşısan, Tərlan. Buna qarşı deyiləm. Bu psixoloji, yəni demək istəyirəm ki, bu psixoloji bir bu məsələdir. qoymayacaq ki, sən sağalasan. Bəzi sənə bir şey Hə. deyirəm. Bax gəlirsən elə bil ki, məsəl üçün deyirəm də sənə çay verirəm qabağıma və deyirəm ki, bəzi 4 manat 50 qəpik verərsən mənə. Məsəl üçün Hə. deyirəm. İkinci dəfə böyük ehtimal o çayı içməzsən Hı hı. bu evdə. Amma Yəni onunla ilk çünki dəfə də görüşürsən. bu məsələ o demək deyil ha, sən çay içmirsən. Bu məsələ sənə biraz Amma koyur da. belə bu ola bildin? bilər Tərlan. Hə, Yaxşı, hə. sən arzun ürəyində qalmasın. Hə. Getdin 120-ni Aha. verdin, girdin. Aha. Danışdın, qurtardın. Hə. İkinci seansa getdin, yenə 120-ni verdin, danışdın. Hə. Birdən belə deyəcək ki, sən nə yaxşı uşaq imişsən. Baxışam bundan belə sən vermə, gəl. Səninlə mən dost oldum. Bu sənin istədiyindir. Ya, ya, ya. Mən amma bir Mən sənə istədim o deyil. gözləyirəm. Bir 5 dəfə gedirəm 120 120 45 dəqiqə. Altınızda desin ki, bu bəndən. Yo yo. Sən də 45 dəqiqə dolur hə. Deyir ki 15 dəqiqə otur. Aysa, o da ola bilər. Ondan Ya da məncə eləyir amma bir yerdən sonra. Bir yerdən Məncə sonra eləmirlər qardaş. Məncə nemestlər o mövzuda. Yəni nemest dediyim, yəni anılmasınlar amma Mən- bu şey mən sənlə seansda vuraram. heç bir Mən nə məsələ vuraram yoxdur amma. yəni. Deyək ki bir şey danışıram, bir şeyin ortasındayım da. Oje Vaxt dolanda bitdi, desən. hə. Onu deyirəm də qardaş, bax. Amma şey olsa məsələn sözümü bitirməyə icazə versə, bir 5 dəqiqə oradan müsaade etsə, deyərəm mən zor 120. Qardaş, mən Tərlan dünyasında belədir. Sən də mənim Hə, qardaşım. ya elə ya. Seans Amma qurtardı. çıxanda Mən demək istəyirəm sən nədir? dost Aysa, oldular. İsmail dediyin Tərlanın yazsakı Tərlan. Bəs 6-cı bəlkə hardasa görüşək. Tərlan mı? Yo, yo. O qədər də 120 sən- verir. İsmail dediyi moment var. Tutalım ki, danışsan ki, bəs o vaxt atam radio kaseti aldığıma görə mən döymüşdü. Tutalım deyir ki, bəs 45 dəqiqə bitdi. Hə, hə, hə. Hop, Bildin, olar. bu tibbi prosedur Bu deyir. olsa Amma haqlısan bir şey da. deyir. Yəni Bu olmaz. Məncə və amma- məncə bu olur. Tərlan, Dostum, məncə bu məncə Bu peşəkarlıq dostluq deyil, buradan amma yaranır ki, düşmənçilikdir. peşəkarlığı Hə, da buradan idarə yaranır eləyir. ki, sənə qoymur o 45-ci dəqiqədə bir şey danışmağa. 45-də sən necəsə sakitləşdir, deyir Ya ki, gözəl. Bu da olmur. Ay gözəl. Bir sən nəyə oxşuyur? Bir copywriter yeni il sloqanı ilə bağlı şey yazır. Yeni ildə, yeni il mənzildə. Sən görəndə deyirsən ki, bu da həmin ucuz şeydir. Yunus ona. Elbin Hə. başından öpəcək ki, Mən halal də, olsun. sənə. halal olsun. Nə Eşşək. gözəl dedin. Fərid. Heç nə yadıma çıxmır. Copywriter ilə ayrı şeydir.
psixologiya tamamilə ayrı sahədir. Onda böyrə həkimi niyə müqavilə? O da ayrı şey. Böyrə həkimi də ayrı şeydir. Böyrə həkimi direkt necə deyim? Teşhisi qoyur. Yəni də bu Demək ki, psixologiya fiziki- ayrı sahədir. Yəni müqayisə psixologiya olunası bir şey bilirsən deyil. beyindən bağlı bir sahədir deyə psixoloq elə bilirəm ki, bunu da çözməlidir. Söhbəti bir yerə kimi gətirdik, apara bilmirik. Apara Çünki bilmirik. O sahə ilə bağlı. Məlumatımız Heç nə yoxdur. Bəlkə onu deyirəm ki, Amma Fərq edib mən bir dənə şey gəlsəydi- fərqini bilirəm. Bir dənə xahiş edirəm. Mən sənə fərqini deyim. Hə. İki şey var. Psixoloqla psixoterapevt başqa şeydir. Yo, o heç, onu demirəm. Yəni əgər o Mən şey demək istədim deyirsənsə- budur ki, o psixologiya sahəsində yəni istəyir Amerikada psixoloq böyük olsun, dövlətdir. istəyir psixoloq olsun, istəyir Hegemon. psixoterapevt olsun. Bu sahədə mənə elə gəlir ki, onlar bu Çox məsələni hegemonlar çözməlidirlər ki, bu insanlar Bizim gələcəyimizdir. commercial duyğusu Bu arada yaşamamalıdırlar. İsmail, mən ayın 3-ü nəyə getdiyimi belə bilmirəm. Niyə gəlirsən ki, də. Fərid? Panik atağımı görə. Danqalan Fərid gəl. Maraqlıdır, gələn bölümə amma tema var. Mən bir şey deyim, mən psixologiya getsəm, böyük ehtimal ki, çox mənim içalatım pis vəziyyətdədir, yəni psixoloji olaraq demək istəyirəm. Sadəcə çox bahadır. ADHD-də Yəni necə var bahadır? yəqin. Mən düşünürəm ki, Mən okey, danışsam- 120 verərəm, 5 dəfə verərəm, 10 dəfə verərəm. Mən bu 120-ni mən içimə baxıram ki, bu bir Bunu 30 da seans misal atacaq. dərdivin üstünə dərd gəlib. Hə də onu deyirəm. Bilirsən Ha. bunu nəzərə almalılar. Psixoloq Bəlkə, bunu bəlkə. Onda düşünməlidir. psixoterapeftə get də Bir sən. fərziyə deyirəm, fərziyə Hə. deyirəm. Bəlkə ilk tutaq ki, yarım saatlıq olan danışıq var. Orda beynimin bir hissəsinə qədər gəlib çata bilir. Bəlkə bir deyirəm də, şeydir. onu Yəni deyirəm. 5-6 seans olmalıdır bəlkə. Yo, qardaş, mən şəxsən özümlə söhbət edirəm. Baxıram ki, mən hələ atıram da tutam. 70 manat verəm hələ buna, 120 manat verəm Mən hələ ki məsələn uşaqlığıma qədər olan yolda Çox məsələn, atıram da problem 1% qət eləmədim heç. Hal-hazırda Hə. düşündüm. Əla, bir uşaqlığı saat. məncə bura burax. Uşaqlığı məncə burada həll eləyirik ya. Eləmirik, qardaş. Siz keçən ömürdaşdınız, mən pis oldum ondan bu arada. Məsələn, Hə də, mən pis oldum. Yo, üzr Ki, orada istəmirəm. Yəni amma Düzəldər hətta şey psixoloq. oldum. Onu Mən da o düzəldər. rəis adı gördüm, daha da belə şey oldum ki, hayda, bəs belə. Yəni onda 120 manatı verək səncə. Antikosda belə pis zad olmam. Hə, bu nə söhbət? Danışma, Pis oldum nə Allah. Mənim sən ramak qalıb, qardaş. Nə gözləyirsən bizdən? Asmağıma bu qədər qalıbsa da. Ki orada doğrudan pis oldu. Hə, hə. Mən pis oldum. Ya, mırtaşıram, da oradan şey Şəhər almadım. 39 yaşında Ya, gedəcək. ya, mırtaşıram mövzuda ki, yəni sizdən incimədim. Sadəcə o hekayə Yo, elə sadəcə- incir. Yadba təzələndi. O hekayə məni incidir yəni. O Abişnik hekayəni alan. həll eləyə bilməmişəm, o da məsələ. Yəni nə qədər Onda mırtaşsam. psixoloqlar seans başı pul almasın. Zarafatsız Gəlsin, varsa pul biri- eləsin. O da deyil, qardaş. O da mənə elə bilirəm ki, belə baxacaq ki, Dostlar, mən Yox, ilk başda sən dediyim dərdini Mən sərin. sən gedər, gəlirsən psixoloqa 120 manat deyil. Orada şey o belirləyir axı. Məsələn, bundan sonra həftədə 4 dəfə. Mənim istədiyim budur. Həftədə 450 Mən o manat psixoloqa 100 kilo qatıq verim, məsəl üçün deyirəm. Sən Natural onda versə. feodal- Hələ də. Pul olmasın ortada. Pirşağı psixiatr Ay, ilə sağ ol. düşünür. Yəni Pul olmasın ortada. Mən ona bir fayda verim, o da mənə bir fayda O versin. qədər Belə. o qədər səmimi olasınız ki, Hə. axırda axırda nəsə dərdivi danışasan deyəcək, "Ay get." O qədər yaxın olasınız ki. Ya da deyəcək ki, nəsə danışıram uzunluğu. Deyir ki, kartımı 50 manat atayım. Amma yox, mən dediyim sözüm Zarafat- yaxşıdır dostlar. mən burada bu Bu iş arada- 30 manatla Bu işin şey başlayır. sonunu deyirəm. Mən burada bütün psixoloqlara bu arada səslənirəm ki, işinizə hörmət edirəm. Yəni heç bir hörmətsizlik olmasın. Amma siz də bu bir bizim- qarşılıq verin Siz yazın də bir görək. heç olmasa 120-dən 3 90-a dəfə yanıma gəlirsən, bir Hə. dəfə də birlikdə Dincəl kapıya dərslər. öyrədərsən. Sizi sevirik də oradan həqiqətən. Paranavı. Toplumun psixologiyasını düzəldirsiniz falan. Onda tərlansan 39 yaşına qədər belə fikirləşib getməyəsən. 39 Hələ yaşdan sonra Tərlan, narahat olma, sən bu canın gedişlə qurtaracaq. bayaqlar dedin, mövzuzla. 120 yaş, özü 120 yaşıma kimi yaşamaq istəyirəm ki, Sən deməli ayda 120 37-yə manat. düşdün ha, 37-də. Sən elə bu getdin. kafayla 100 yaşsa, Bu kitabdan danışım. Olar danış. And Yoxsa üstünə. gələn dəfə saxlayaq. Əslində Bu çünki qəşəng hə, mövzudur. qalsın gələn Çox- dəfə. Bu yarım saatlıq mövzudur. Amma belə bir şey deyil. Gələn bölüm böyük ehtimal qonaqlı bölüm olacaq. Onda Onda danışın. rahat danışamayasın. Deməli uşaq vaxtı Aysel Rasim qızı Şirəliyeva adlı bir şəxs yaxınlaşır məktəbə. Bütün məktəblərə yaxınlaşır böyük Bu şey ehtimal. deyil. Nədir? Globusda peyraşka satırdı. Yox, yox. Şəkil göstərə bilərəm budur. Elə bir var idi. Yaxınlaşdırarsan. bəs. Sən bunu bu qədər açıq-açıq göstərirsənsə, bu hekayədə soxuş var. Yəqin soxub hamıya. Yo, yo. Və gəlir deyir ki, məsələn hekayə budur da, məsələn Fərid şahmat məktəbinə adam sinifdə axtarır. 25 nəfər var. 25-i haqqında da kim pul verməyə razı olursa 20 Hı, manatdan idi yadıma gəlir ki. 20 Deyir ki, manat məsələn Fərid. Soxuş. Fəriddən də danışırkən, hə Fərid, danış görüm, hələ Fərid futbola gedir, nə bilim də, bunu edir, hardasa birinci yerə çıxıbsa və onun haqqında infoları götürür, bir səhifəlik məlumat yazır bu cür. Və burada mənim haqqımda məlumat var təbii ki. Bu Nə qədər vermişsiniz Getdin Tərlan? 20 manat. 20 manat. Bax 20 O manat. dövrdə ona 20 20 manat verib. İndi İndi 120 manat verməyən. Evin 20 manatından kəsib Hə. bunu edib. 159-cu səhifə göstərmək istəyirəm sizə. O görüntün də mənə də görün. Allah. Bu. Başlıqda hərəsinə bir başlıq yazır. Tutalım ki, məsələn, Tərlan, sən Kamilə nə qədər oxşuyursan.
Kanadasan arzular tutalım ki. Mhm. Tamilla Orxan qızı Bədəlova. tutalım. Başlığı budur. Hə, mənə Ona yazıb görə ki- nə danışmısan? Mənə yazıb ki, bilik qələbədir. Hə. İstəyirəm bunu oxuyum. Elm elə dəyərli bir sərvətdir ki, Onu sənin onu tərk dilindəndir bu. etmədikcə güya, hə. Hı. Onu tərk etmədikcə o heç vaxt səni tərk etməz. Elm ən dəyərli, ən lazımlı, ən vacib məşğuliyyətdir. Hər bir insanın Atası elmə təzə döyüb bu ehtiyacı var. şəkildə. Sırt-pırt. Döyüb Hə. göndərib. Tərlan Azadoğlu Məmmədli. 1999-cu il zırt-pırt. 188 saylı məktəbdə 1-ci sinifə qədəm qoyub, hazırda həm məktəbin 5-ci sinif şagirdidir. Tokkanı Bu deməli sevir. Nə bax verir. 2006 üstə 2010 Şey deyim, zat. ben Cafer. 2010-2011-də başlayır bu hekayə. 2010-2011-də Resim yapmayı severim. 20 manat nə qədər idi? 20 Və o manat gələcəkdə çox idi. 120 manatdan 2012-də imtina edəcək. 2010-da Onda. 20 manat onda. və burada qardaş 20 mən keçən dəfə hesabladım ki, bir 50 min pul var. Ondan 50 sonra min. doyub çıxırdı. Və bu qardaş bu bir kitabdır. 4 Şey, cilt, yemək 4-5 cilt var bundan. Yəni bu adam, Kitabı çox qaldı. yəni Aysel Rasim Bu qızı bir biznes Şirəliyeva. qrup. Aysel Rasim qızı Şirəliyeva 250 min manata yaxın pul götürüb. Çox qəşəng. Çox götürüb. Çox qəşəng. Və hə, Gödər Özdə- o. olay da budur. Özdə Çox ChatGPT qəşəng. də yox Qardaş, idi o vaxt. bunu Bu biraz o vaxtı gelişdirib user generated girə content-dir bilər bu ye. content. Bəlkə bir dənə bir şey deyim. Həqiqətən. Bir dənə 2010-larda. kitab belə çıxardaq. İzləyicilər bizə şey deyir. İzləyicilər kopyalan haqqında, hə. eləyir. İzləyicilər haqqında. Qardaş, 10 dənə Açıq, yəni məsələn ətraflı da yazıb. Hər bir tutalım ki, izləyici də. üçün. hər birisi. Bax kofe aldı bir dənə qiymət qoyar. Aha. Tutaq ki, neçədən olsun? Hə, hə, başa düşdüm. 5 Zor dən. fikirdə. 6 dənə, 5 dənə nəm kofe al. Nə O qədər kitaba eləyir? sən də daxil ol. Hə, kitab sonra da kitab Girməlidir. kimi çıxardacaq. Hə, Satırıq. Girməlidir, kitabı da. girməlidir. deyə. Amma Hə. bilməyəcəklər nə Yazıb ki, Necə kofeni alan bir şeylər yazsın. yazsın ki, Biz onu kitabı özümüz Təxminən daldırarıq. onun- ya qardaş bunu ayrıca sataq. Yəni bu Hə də. Yo, bildim, bildim. 50 min zat pul götürüb bundan, onu deyirəm. Biz də Tamam. 50 min Hə də. götürək. Yox, biz Götürək də kafe alan maksimum 20-30 manata eləməyək də bunu qardaş. Ya onda kofe sayını yenə danışarıq. Nə deyən deyirəm. Hə, yenə getdi. Hmm. Bir O şey məktəbə gedəndə artıq yazıb kapıyor. oxumağı, saymağı Yaşıdlarından bağçada öyrənmişdi. fərqlənirmiş. Doğrudan da məktəbə gedən, bağçada yox, atam öyrətmişdi mənə. Mən Məlumatları məlumatları da da elə. hə. Hə. Tokkamı vermə. Hə. Pis olmadın belə bu şey. Yox, yox, olmadı. Dərs əlaçısıdır. Təhsil qəzetində onların əlifba bayramı haqqında yazı dərc olunub. Nəsə belə bir info. Tərlan çox gözəl tarifatçıdır. Tərlan gəl salma. 2 ildir ki, musiqi məktəbində Fuad Əzimlidən dərs alır filan. Yəni belə, nə bilim, Azərsun Holdingdə onun İşləyir, haqqında nəsə copywriter olub. kimi Fərman işləyir. bir şey deyəcəm. Şuşa teatrında bu olub. Sözünüzü də Azərsun Holdingdə yağ fəaliyyət. mətni də özünüz yazmısınız. Demək olar Demək olar ki, ki, yəni özünüz. atam yəni bilirsən professionaldır deyə Pul atam vermisiniz. yazıb gözəlləri necə qaçırırlar tamaşasında oynayıb. Nə bilim gözəllərin arxasında canlandırıb. yazıb. canlandırıb. Bəs Kapyera ilə bağlı heç Ne bir deyəm? məlumat Gəl burada mənə yoxdur. sual veriblər. Tərlan oxuduğu Gəl müddət ərzində özünü tərbiyəli bir şagird. Hə, elə bildim sual cavab veriblər. Hə, ki, hə. Tərlan bəs sən yəni bir şey almayıb deyə. Tərlan bu arada Son cümlədə beatbox-da budur. da istedadlıdır. Adını atası qoyub. Anasının dediyinə görə körpəlikdə çox sakit olub. Tərbiyəli. Yeni ağıllı və solo söz treki dinləyəndir. də bu yaxınlarda məsələn, çıxıb. ChatGPT cümlə. Yaşıl basılıb. teatrda. Hə, elə olmamışam. Yəni anam əsla elə bir söz deyəməz. Biz də öz növbəmizdə bu istedadlı oğlana Allahdan Qabağa can çəkmək sağlığı, uzun ömür və Bu qayğısı, uşaqlar bizim gələcəyimizdir. həyat arzu edirik. Uğurlar Kitabın Tərlan. axırında böyük böyük. Uğurlar Tərlan. Bizim gələcəyimiz. Qardaş, bu cür. Nə qədər deyim də, buna var bir dənə, bu qədər adam var yəni, hərəsinə 20 manat. Sənə bir şey deyim, halal olsun. Nə idi Çox qızın qəşəng. adı? Aysel Startup Rasim qızı budur, Şərif. Bir Startup- gecədə tapıb bu fikri. Adı da Startup dediyin belədir. şey Adı da budur. belədir. İstedad sorağında. Sən Adı da çox dəhşətdir. potensiallı bir vidi də var. Yəni belə SMM-ə oxşamır qardaş. SMM idi Bu var. yəni şu an hər hansısa marketinq nə idisə. Qardaş çox dəlidir. Yəni Tapsın da bu xanıma tapaq da necəsə. 1987-ci ildə Ağdam rayonunda anadan olub. Sad indi İndi yazarlar. münasibəti. İstedad sorağında. Gizlədi. Balaca Aysel jurnalının təsisçisi olub. Maraqlı adamdır, həqiqətən maraqlı Bu adamdır. qəşəng Mən- ideyadır. Həqiqətən Zarafatsız qəşəng dövrünə çox. görə Hə, qardaş, bir dəli də ideyadır. bir Gözəl sənə biznesidir. Bu tema bacımda da var idi, məndə də var idi. İkimiz üstündə 20 manat ödəmişdik. Balaca Arsel sizə salam. Kitab- Evin rızqını veriblər. Hə, böyük xərc çəkilir. Bəzi- Yəni sənin danışdığın hekayələrdən belə başa düşürəm ki, Hə. böyük xərc çəkilir. O ailədə bu kitaba böyük xərc dəyməz. Düzdür. Bəzi bacımla mənə eyni kitaba salmayıb. Bu belə Bunun- həmlədir. Bunun ikinci Ki, cildi var. bizdə bir də bacım olan Onda ayrıca kitab 100 var. min. Xaç atası Və 2. o
pink rəngdədir. Bir də oğlana qıza görə də bunu Oo. özəl dərəcələtdir. Burada Halbuki- ancaq oğlanlardır. Məsələn, yox. Uşaq öyrətim olub. Bu mənədir deyə, bu Hə, bilir ki, hə. bunu tərlana satacaq. Abla, Bunu al. pink rəngdə. Amma bunun içində atıram. Ola adama Bunun bir içində kitab. nərmin varsa, Ha. bu cildi nərminə pink rəngdə Hə, verir. başa 20 manat verib bu Qardaş, kitabı çox əldə dəyərlidir. eləmisiniz, yoxsa kitabı ayrıca aldınız? Yox, 20 manat verdik və bu gəldi Hə, bizə. okey. Bu Bəs qədər. o pul ona halal olsun. Sən verdiyin 40 manat. Bugünkü gündən baxanda Bunu atan deyə bilər əslində. əslində hə. Amma məncə çox da halal deyil çünki Hə, qardaş, hə. rızqımız son rızqı. Ya həmin vaxtı biz Yo niyə ki ət almırdıq. Bilirsən, bizdən gəldi 3-4 kilo ətin pulunu alıb. Yox Yəni da, Bəs zorlamayıb şeylər yəni. danışsan sonra. zorlamayıb deyirsən demək ki, qardaş. Gələn Gəlib bu arada sinifdə sən 15 nəfərin şinnikləndirəndən sonra sən travmatik də qıraqda hekayələrindən də qalırsan bir dənə da. kitab çıxarır. Çıxar hə. Mən o Oradan. əsər yazıram bu arada. Yox, onu. travmatik hekayələr. Fərq Travmatik dediyin tema məsələlər zordur. var Bunu orada. danışarıq. İndi danışaq Bu cəmaət məncə maraqlı bilsin. Hər mövzudur. şeyi. Okey. Hə. Kofe sayı deyim bir dənə. Okey. Neçə kofe alan o kitaba düşmə haqqı Ay qazanır. billah. 50. 50 50 kofe. kofe alan. 50 də 5-ə çoxdur vuranı da. 250 manat verir. Ya, neyinirsiniz? Yaxşı da qardaş. Nə olub terapiyada Qardaş 120 o vaxtı 20 manat qoyuram. atıram da indi pulu ilə bir 70-80 manatdır heç olmasa. 5 kafe. Yox, sən də lap öldür. 5-25 manat. Bilmirəm kitab xərcləri nədir? Dostlar boş verək bunu. Bu Boş biznes verək, boş biznes verək. olmayacaq onsuz. Amma maraqlı. Yaxşı da digital olsun da. Onlar digital bir kitab olsun. Çıxartma. Ya qardaş, axatım var qardaş. Heç izləyicinin rəyini girib oxuyub nəsə edirsən. Çıxardırsan bura. Pul qazanarsansa, yəni yəni- şey deyim. Yox, pul- Kofenin qiymətini qəşə qoysam özüm. Yox, pul qazanarsansa eləyəsən də, yəni pul Ya kimi. ya, elə yanaşma. 10 dənəsindən- Və görsən bayaqki şeyi siz oldunuz özün psixoloq. şey alırsan. Siz oldunuz Hə, həmin o psixoloq. psixoloq. Pula görə 10 dənə insanların kofeyə, dərdini 10 dənə kofeyə 5 manat, 50 manat mən hamıya hekayə yazıram. Amma öz istədiyim kimi yazacağam. Bu amma şeydir də, ya bir limit də qoyaq da. Yəni 100 nəfər yasa 100 nəfəri yox. Bir limitli sayda Hə, insan. məsələn 100 Aysal 100 20 nəfərlə 20 nəfərlə çoxdur. limitdir. Yox, Yox, çox deyil çatdıran qardaş. məriyə. Ha, onu kim eləyəcək? Özümüz yazırıq da, amma çatla yazdırmırıq. Yo, özümüz 20 nəfər. yazırıq. 20 Məsələn, nəfərlik atıram da, gözəl bir Bizə ekip. atıram da, məsəl üçün deyirəm. Əliyeva nə bilim də Bahar Zalim qızı. Əkbər qızı. Bilirsən, falan nəyinəsə yazır. məsələn. Və özü haqqında bir iki Məsələn, info Instagram verir. profilini verir. Hı -hı. Ən azından Bəlkə Hə, bağlıdır. onun haqqında nəsə. baxıb Yox, Bu oradan məncə sən- bundan daha dəyərlidir bu Hə. arada. Gəl belə Ki, biz eləyək. ən də, Bir azından bizim şablon qoyaq. fikirlərimiz şey Bir eləyək. şablon qoyaq. Nə bilim, adın, familyan, marağın, hobbin, işin. və Hə. oradan biz Və bir şey oradan çıxardıq. kafamıza görə Biz çıxardıq. onu- Yəni biz onu atıram da, düşünərək bunu bir- şey eləyirəm də. Bir şeylər yazaq. İşləyir SMM yazırıq ki, o Kapiyeranı çox sevir. Hə də, Biz- hə, Uje hə, hə. sürprizdir, Bax, bildin. 20 Hə. nəfər. Bizim sürprizimizlə qarşılaşırıq. 20 nəfər. Adama da 5 20 nəfər yox, düşür. 20 azdır da qardaş. 50 nəfər heç olmasa. 50 qardaş günə bir nəfər yazsan 50 gün edir də. Yəni 3 ay. Profili açıq olanlar profilində qeyd Kitab edər. Ya, dizaynını o da olmaz, eləyəcəyik. Niyə olmur? O heç. Hə də kitab dizaynı Yox o da heç. profili bağlı Ey, olan. 50 nəfərə özəl, ona belə Bəzi deyək. şablon budur. Gözlə ad, soyad, yaşı, işi, Başı. Ya da Başı təhsili. Qardaş Hə, profilini yazsın, bağlıdırsa da girib Ayağa girdim Follow profilinə atarıq bir da. post. Nə başa düşəsən oradan? şəkli yoxdur misal üçün şeydə. Yox da öz haqqında nəsə Yaxşı, yazsın. eyb yox. Profilində yazsın. Profilində yazsın. Hə, profilində o kofe alın mesaj şeyi var. Çıxışsa baxarıq. Yazsın. Bir şey deyim. Analiz eləyək. Bir şey deyim, özü haqqında nə yazacağını ona buraxaq. Yox, Yox, nə maraq yox, oldu. biz yazırıq. Yox, biz yazırıq. O bizim sürprizimizlə Elə yox, qarşılaşacaq. Özü haqqında 3-5 info verməyəcək. İşte onu biz buraxaq ki, yazacaq o da təvəllüdünü mü şablonları. deyəcək, maraqlarını mı deyəcək? Biz də ona əsasən Biz inisiativ olaraq təvəllüdündən yola çıxıb nə deyə bilərik onun deyə bilərik haqqında? ki, o məsələn Sony Yaxşı, onda- Xperia işlədib məsəl Onda üçün. bir dənə deyirəm. bir şey deyim. Səsli düşünürəm də. Sevdiyi kino olsun. Bəlkə Aha. kinodan yola çıxır. Hə, hə, ola bilər. Sevdiyi kino, sonra nə ola bilər? Ən sevdiyi Sev- yemək, sevdiyi yemək, rəng, standart Sevdiyi şeylər görə rəng, bilərik. sevdiyi Hə. yemək, sevdiyi kino. Sevdiyi rayon. Davay sualları yazaq. İndi yazmayaq da bunu paylaşarıq. Yazarıq. Sevdiyi Antoklosko bölümü. Yox, yox, bunu indi müzakirə Hə, edirik. yes, yes. Bunu müzakirə edirik. Altda rəylərdə Hı də -hı. keçsin müzakirəsi. Yox, bilsən nəyə əlavə. görə qardaş? Onun bu bölüm buraxıb şey eləməli. Yox, yox, insanlar şey şey demək istəyirəm. Biz indi müzakirə elədik. Yox, onun Okey. sadəcə Rəylərdə rəyi də yazaq müzakirəsi yəni keçsin. şeyi. Hə, hə. Gələn bölüm qərarı Buradan verək ki, dostlar. yazmasınlar Hə, da. okey. Ad, soyad, Sevdiyi təvəllüd, fəsil, bu verilir. sevdiyi hava tipi. Hə, hə. Ya onda belə Ola eləyək, bilər. kofeal linki qoyuruq. Altına Haraldı. şablonda qoyaq. Haraldı. Hə, Haraldı, Ona o da baxıb olar. girsin kofeala, Yes, yazsın. Hə, vəsə. Elə bir o şablonu kopyalayıb qabağına öz əlavə Hə, edəcək. biz 50 nəfərlə bağlı limited edition Digital bir kitab bir çıxaracağıq. kitab çıxardırıq. Neçə Digital kofe? deyəndəki, Neçə kofe dedik? Mən 10 kofe. dedim. 10 kofe. 5 manatdan gözəl 10 kofe. para. Fərid 10 kofe məncə 50 onsuz da manat. alırlar da 10 kofe. Düz Yəni deyir, onu demək hə, istəyirəm. 10 Kitaba kofedən düşmək alırlar. üçün 20 kofe onda. İnsafsız Bu da oldu belə. terapiya Yəni. pulu. Hə. Buna qərar o verərik. mövzunu da elə pis vaxtda danışdıq ki. Gələn bunu qiymət də qoya biznesimizdə bilmərik. Mən- yeni günə düşdü. mən on Terapeutlər də tərəfdarıyam. bizim. Onu eləyək, arxasında. yəni başlanğıc belə çox qəşəng olsa ikinci cildi üstündə. Ondakı bəzi alan çox nadir insanlar. Dostlar, bu olur işin da. əziyyəti çoxdur. Məsələn, Düzdür, siz hə, bizim çoxdur, bu çoxdur. mətbəyə nə qədər pul verəcəyik? Biz Kitab çıxartmırıq. çıxartmırıq. Digital olacaq. Digital PDF eləyib Okey, buraxırıq. yenə də Yenə də oturub nə qədər dizaynı əziyyət çəkəcəyik. dizaynı var bunun. Dizayner Terapevt qədər əziyyət Ay, çəkəcəyik. ay, ay. Onun haqqında bir şeylər Falan. tapmalıyıq. Yaxşı 20.
dincəlin. 20 kofe. Yaxşı 20, 100 manat elə ki bir dənə bir şeyə verəcək ki, mənim adım keçsin. Yaman çox söyüş söylürdü. Təzə qanundan deyəsən xəbərin yoxdur. Mən çox Yaxşı, söyüşüm. yaxşı qutardı. Azər, Yekunlaşdıraq. Azər mənəm Yekunlaşdırırıq. ki, Onda Bəzən nəsə yekunlaşdıraq. Yekunlaşdıraq. Mənə elə gəlir ki, otur. Mənə elə gəlir ki, Elə çox bir dərsdən qəşəng bölüm oldu. çox sağ ol. Uzun bir- Fikirlərimi Bölümün bildirirəm. adı nə ola bilər sizcə? Ola bilər indidən tapa bilərik. Hə, biz müzakirə heç vaxt eləməmişik. Psixoloq, nə bilim, terapevt. Psixoloq versə psixiatr. Terapevt. Bölümün əvvəlində də nəsə danışdıq. Mən- Nə idi bu? terapevt İstedadlar nə idi bunlar? İstedad sorağında. bu İstedad ola bilər. sorağında olsun Bu dedik. ola bilər. Ola bilər. Ya da şey Aysel Rasim qızı Şürəliyev. Ya. direkt 20 ünvan manatdan. verməyək, hə. Terapiya seansı. Bax, ağlıma Bəlkə şey olsun terapevt adı. Messi. Ya. Ya, Onu ilk Ronaldinho. başda da Ronaldinho elədik. kimi dəfə Biz Dedim mən ya, bölümün əvvəlindən nədən Gətirə danışırdıq? gətirdiyi şeyə bax. Bölümün əvvəlindən nədən danışırdıq? Bölümün əvvəlindən nədən danışırdıq? Bölümlə 39 qoya bilərik bölümün adını. Yo. Mənim 120. Bu arada 120 də 120 ola bilər. 120 hə. yaman Telefon qoyaq rəqəmdir. Tərlanın ölümü. 120. 120 ilə bağlı çünki yaşda oldu, qiymətli Tərlanın oldu. ölüm Ya da sahnəsi. sualı belə, Tərlan neçə yaşda öləcək bölümün adı? Tərlan öləcək. İki dənə, ya Mənim terapevt ölməyimlə- ya da istedad. Mənim ölməyimlə bağlı. Mənim ölümü Nəsə deyən istəyənlər. Bir şey deyim. Bağlayıram deməyin. dostlar. Həqiqətən. Okay, tamam, tamam. Davay. Sağ ol.